Salam, hər vaxtınız xeyir olsun. Sizə bu videoda funksiyanın böhran nöqtəsi, funksiyanın artma və azalma aralıqları, ekstremum nöqtələri, ən böyük və ən kiçik qiymətləri yarım başlığına aid sualların izahını verəcəm. Başlayaq birinci sualdan. Birinci sualda verilib ki, y bərabərdir x-in kvadratı üstə gələk 6x funksiyasının ən kiçik qiymətini tapın. Ümumən funksiyanın ən böyük və ən kiçik qiymətləri, yəni ekstremumları gedir bunlar. Ekstremumlar nə vaxt olur? Funksiyanın ya törəməsinin sıfıra bərabər olduğu nöqtələrdə araşdırırıq, ya da törəməsinin ümumən olmadığı nöqtələrdə baxırıq. Bunun ümumən, yəni törəməsini baxmalıyıq mütləq, ya görək törəməsi varmı və yaxud da ki, varsa sıfıra bərabər etməliyik. Bunun törəməsini alsaq, y' bərabərdir. X-in kvadratının törəməsi 2x eləyir. 6x-in də törəməsi 6-dır, bərabərdir sıfıra. Buradan x bərabərdir -3 alarıq. Yəni x bərabərdir -3 qiymətində bu funksiyanın ən böyük və yaxud da ən kiçik qiyməti var. Aparaq indi verilmiş ifadədə yerinə yazaq. X-in yerinə -3 yazsaq, olar y bərabərdir -3-ün kvadratı üstə gələk 6 vuraq -3. Bu da bərabərdir 9 minus 18, bu da eləyir -9. Bu olur A variant. Birdən deyirsiniz ki, bunu nədən bildik ki, ən kiçik qiymətidir, ən böyük qiymət deyil və s. Ümumən, bu parabola dərsində də, yəni kvadratik funksiyalardan bilirik ki, x-in kvadratının qarşısındakı, yəni burada 1-dir A. A əgər böyükdürsə sıfırdan, bilirik ki, bunun ən kiçik qiyməti var. Əgər A kiçikdirsə sıfırdan, bunun ən böyük qiyməti var. Və yaxud da törəmə ilə də bunu müəyyən eləyə bilərik. Buradakı törəmənin sıfıra çevirən qiymət var idi, -3. Həmin -3 ədəd oxunun üzərində götürüb, o -3-dən sol tərəfdən və sağ tərəfdən ədəd götürüb işarəni müəyyən edirik. Təbii ki, törəmənin işarəsini müəyyən edirik. Misal üçün, -3-dən sol tərəfdən -4 yerləşir. -4-ü aldığımız törəmədə yerinə yazsaq, -8 üstə gəl 6 -2 alarıq. Yəni, bura eləyər mənfi. Eləcə də burada müsbət eləyər. Funksiyanın törəməsi əgər mənfidən müsbətə doğru gedirsə, yəni funksiyanın törəməsinin mənfi olması onun azalması deməkdir. Yəni bu azalma deməkdir. Funksiyanın törəməsinin müsbət olmazsa artma deməkdir. Əgər azalmadan artmaya keçirsə, bu parabolada belədir də, azalmadan artmaya keçirsə, onda belə çıxır ki, bu bunun ən kiçik qiymətiymiş. Belə də müəyyən edə bilərik və yaxud da ki, əvvəlki dərslərdən istifadə edərək də. Sonra baxaq ikinci suala. İkinci sualda y bərabərdir x-in kvadratı plus 4x. Eləcə də bu tip sualları siz, yəni bu iki dənə sualı, kvadratika aid olanları, siz bunu ən kiçik qiymətini deyəndə funksiyalar dərsindən öyrəndiyiniz en düsturundan istifadə edib tapa bilərsiniz. Amma törəmə deyək, bunu hələ ki törəmə ilə yazaq. Yenə törəməni sıfıra bərabər edirik. 2x üstə gələk 4 bərabər 0, x bərabərdir -2 alırıq. Aparıb verilmiş ifadədə x-in yerinə -2 yazsaq, törəmədə yazmırıq ha, verilmiş ifadədə yazırıq. Olur y bərabərdir -2-nin kvadratı üstə gələk 4 vuraq -2. Bu da bərabərdir 4 minus 8, alırıq -4. Deməli, ikinci sualda da cavab olur E variant. Sonra baxaq üçüncü suala. Funksiyanın böhran nöqtələrini tapın. Funksiyanın böhran nöqtələrdə funksiyanın törəməsinin sıfıra bərabər olduğu daxili nöqtələr, yəni təyin olunmasının daxili nöqtələr olmalıdır. Və yaxud da ki, törəməsinin ümumən olmadığı nöqtələrdə araşdırılır. Yəni bir sözlə bunun törəməsinə baxmalıyıq mütləq. Fx bərabərdir x-in kubu minus 27x. Törəmə alsaq, f'(x) bərabərdir 3x-in kvadratı minus 27 bərabərdir 0. Buradan x-in kvadratı bərabərdir 9-a. X bərabərdir plus minus 3, bilirik ki, kvadratı 9 eləyir. Buradan alırıq törəmənin sıfıra bərabər eləyən qiymətlər plus minus 3 olduğuna görə elə cavab B variantı olmuş olur. Yəni burada törəmənin belə deyim də olmadığı nöqtə yoxdur. Sonra baxaq dördüncü suala. Dördüncü sualda deyir, funksiyanın böhran nöqtəsini tap. Yenə verilmiş funksiya ki var, x-in kvadratı üstə gəlir 2x. Bunun törəməsini tapıb 0 edirik.
olur 2x üstə gələk 2 bərabər 0. Buradan x bərabərdir -1. Mənfi 1 də D variantında var. Onu da qeyd edeyim ki, aldığımız bu ədədlər ki var, -1, misal üçün burada plus minus 3, bu hökmən təyin oblasının daxili nöqtələr olmalıdır. Bu verilmiş funksiyalar deyək və yaxud da bir dəyişənli çox ədədlərdir də bunlar. Eləcə də bir dəyişənli çox ədədlərdir. Bunların təyin oblası mənfi sonsuzluq, müsbət sonsuzluqdur deyə, onda biz aldığımız yerə o cavabları götürmüş oluruq. Sonra baxaq 5-ci suala. Qrafiki verilmiş fx funksiyasının AB intervalında neçə minimum nöqtəsi var? Funksiyanın ümum və minimum nöqtəsi funksiyanın azalmadan artmaya keçdiyi yerlərdir. Yəni funksiyanın qrafiki azaldığı yer burada, buradan burada artır. Deməli bura, yəni buranın apsisi var. Bura olur minimum nöqtəsi. Sonra deməli başqa harda var? Azalmadan artmaya keçdiyi, yəni buranı işarələyək 1, 2, eləcə də biri də buradadır. 3 yazaq orada. Deməli burada 3 dənədir. Sonra baxaq növbəti 6-cı suala. 6-cı sualda verilib ki, neçə ekstremum nöqtəsi var və fx funksiyasının qrafiki verilmişdi. Ekstremum nöqtəsi nə idi? Funksiyanın ən böyük və ya ən kiçik qiymətləri aldığı yer. Yəni bu ən böyük, bayaqlarım tapdığımız ən kiçik idi. Burada həm ən böyük lazımdır, həm də ən kiçik. Ekstremum bunun ən böyük qiymətdə, eləcə də ən kiçik qiymətdə bunun tərkibində gedir. Yəni burada bir sözlə maksimum və minimum yerlər lazımdır. 1, 2, deməli 3, 4, 5, 6, 7 və 8 dənə. Cavab olur B variantı. 7-ci suala baxaq. Verilmiş funksiyanın böhran nöqtəsini tapın. Fx bərabərdir 6'da 1 x'in kvadratı minus 4'də 1 x üstə gələk 15. Həmin funksiyanın törəməsini tapaq. F' bərabərdir 6'da 1 x kvadratının törəməsi 2x'dir. Çıxaq 4'də 1 x'in törəməsi 4'də 1'dir. 15'in törəməsi 0'dır. Bərabər 0. Buradan alırıq 3'də 1 x minus 4'də 1 bərabər 0. 3'də 1 x bərabər 4'də 1. X də bərabər 4'də 3. Yəni 0,75. Cavab olur B variantı. Sonra baxaq növbəti 8-ci suala. 8-ci sualda da böhran nöqtəsini tapın deyirsə, törəməsini alıb 0 etməliyik. Törəməsini elə birbaşa yazıram. 4'də 1 vuraq 2x. Çıxaq 5'də 1 bərabərdir 0. Buradan alırıq 2'də 1 x bərabərdir 5'də 1. X də bərabər 5'də 2. Yəni 0,4. Bu da B variantında verilib. Sonra baxaq növbəti 9-cu suala. 9-cu sualda verilib funksiyanın böhran nöqtəsini tap. Yenə verilmiş funksiya ki var. Y üstündə mötərizəni açsaq 3x kvadratı minus 5x deməkdir. Bunun törəməsini alarkən y üstü x'in törəməsi bilirik, onsuz da y üstü x'dir. Bir dənə qalır mürəkkəb funksiya kimi baxıb üzərinin də törəməsini almaq. Üzərinin törəməsini alsaq, yəni 3x kvadratı minus 5x'in törəməsini alıb vururuq. Y üstündə 3x kvadratı minus 5x. Bu da bərabərdir. Bərabər də təbii ki 0 olmalıdır. Çünki böhran nöqtəsini araşdırırıq. Buranın törəməsi bizə verir 6x minus 5. Vuraq. Y üstündə 3x kvadratı minus 5x bərabərdir 0. Bu y üstündə 3x kvadratı minus 5x ki var. Bu üslü funksiyalar dərsindən bilirik ki, həmişə müsbətdir, yəni böyükdür 0. Yəni bu 0 ola bilmir. Onda belə çıxır ki, hər tərəfi bu müsbət ədədə bölərik gedər. Yerdə qalar 6x minus 5 bərabər 0. Buradan x bərabərdir 6'da 5 olmuş olar. 6'da 5 də D variantında verilib. Sonra baxaq növbəti 10-cu suala. Fx bərabərdir x'in kvadratı ln x. Funksiyanın böhran nöqtəsini tapın. Burada isə deməli x'dən asılı funksiyadır və hasil iştirak eləyir. Onda belə çıxır ki, burada hasilin törəməsi lazımdır. F' x bərabərdir. Bir dəfə x'in kvadratının törəməsini vururuq ln x'ə, üstə gəlirik. Bir dəfə də x'in kvadratını olduğu kimi saxlayıb ln x'in törəməsini alıb vururuq. Bərabər eləyirik 0-a.
X-in kvadratının törəməsi 2x deməkdir. Vuraq ln x. Üstə gələk x-in kvadratı. Ln x-in törəməsi 1/x-dir, bərabərdir 0-a. Aldığımız ifadədə sadələşdirmələr aparsaq, yəni 2x ln x-i saxlayıram. Buradan bunun bir ixtisar gedir. Olur x bərabərdir 0. Və onu da deyim ki, burada ln x-in tərkibində iştirak elədiyinə görə ümumən, yəni və yaxud da funksiyanın özündən götürək. Burada x fərqlidir 0-dan, yəni x böyük 0 ümumən bilirik. Yəni x 0 ola bilməz. Ona görə x müsbət ədəddirsə, hər tərəfi biz bu müsbət ədədə bölürük gedir. Qalır 2 ln x üstə gələk 1 bərabərdir 0. 2 ln x bərabərdir -1. Ln x bərabərdir -2-də 1. Buradan x bərabərdir. Üslü loqaritmik tərnişlərdən bilirik ki, x bərabərdir y üstündə -2-də 1. Bu da 1 bölünsün y üstü müsbət 2-də 1 deməkdir. Yəni 1 bölünsün y üstü 2-də 1 də kök altında y-dir. Cavab olur D variantı. Sonra baxaq növbəti 11-ci suala. Funksiyanın artma intervalına daxil olan ən kiçik tam ədədi tapın. F(x) bərabərdir x ln x. Funksiya ümumən əgər artırsa, yəni artma intervalını axtarırıqsa, həmin funksiyanın törəməsini böyük bərabərdir 0 götürüb həll edirik. Böyük bərabərdir 0, daha doğrusu törəməsini. Bunun törəməsini alaq. Böyük bərabər 0. Bu da hasilin törəməsi olur. 1 vuraq ln x, yəni bir dəfə x-in törəməsini alıb ln x-ə vururuq, üstə gəlirik. Bir dəfə də x olduğu kimi saxlayıb ln x-in törəməsinə vururuq. Böyük bərabər 0. Buradan ln x böyük bərabər -1. X də böyük bərabərdir. Y üstü -1, 1 bölünsün y deməkdir. 1 bölünsün y, yəni təxminən 2,7 yerinə yazsaq, olar 27-də 10. X 27-də 10-dan böyükdür, ən kiçik tam ədəd istəyir. Bu da 1-dir. Cavab olur A variantı. Sonra baxaq 12-ci suala. 12-ci sualda da -x ln x funksiyasının azalma intervalına. Burada da törəməsini alırıq. Törəməsini alırıq, kiçik bərabər 0 götürürük. Bunun törəməsini alsaq, bir dəfə -x-in törəməsi -1 vuraq ln x olar. Üstə gələrik. Bir dəfə də -x olduğu kimi saxlayıb ln x-in törəməsinə vurarıq. Kiçik bərabərdir 0. -ln x minus 1 kiçik bərabər 0. -ln x kiçik bərabər 1. Hər tərəf mənfiyə vursaq ln x böyük bərabərdir -1. Buradan yenə x böyük bərabərdir. Y üstü -1, yəni 1 bölünsün y. Burada da ən kiçik tam ədəd 1-dir. Burada da cavab olur A variantı. Sonra baxaq 13-cü suala. Funksiyanın ekstremum nöqtəsini tapın. Ekstremum nöqtəsi demişdik ki, funksiyanın törəməsinin 0-a bərabər olduğu nöqtələrdə və yaxud da funksiyanın törəməsinin ümumən olmadığı nöqtələrdə araşdırılır. Yəni hər zaman ümumən funksiyanın törəməsi 0-a bərabərdirsə, yəni qaçıb oranı ekstrem nöqtəsi götürmək deyə bir şey yoxdur. Yəni əgər ekstrem nöqtə varsa, orada törəməsi 0-dır. Yəni deməyim odur. Ekstremum nöqtə və yaxud da ki, törəməsi yoxdur. Yəni təkcə törəmə 0 olmaqla deyil, yəni bəzən olur ki, törəməsi də olmaya bilir, hansı ki bu misal ona aiddir. Funksiyanın ekstremum nöqtəsini tapın. Törəmənin olmadığı nöqtələr ki var idi. Onlardan biri də funksiyanın qrafikinin V hərfi şəklində və yaxud da sivri uc əmələ gətirirdi. Yəni qrafik bu formada olduqda, yəni həmin nöqtədə törəmə olmurdu. Çünki bura sonsuz sayda toxunan çəkmək mümkündür. Törəmənin həndəsi mənasına görə. Verilmiş funksiyanın törəməsini tapmaqla da modul x-in törəməsindən istifadə edərək də yaza bilərsiniz. Görərsiniz ki, məxrəci 0 eləyən qiymət törəməsini mənasız edir. Və yaxud da elə bunun modul funksiyanın özünün qrafikini keçmisiniz. 3x minus 15. Həmin funksiyanın qrafikini çəkməklə də əyani şəkildə görə bilərsiniz ki, verilmiş funksiyanın təpə nöqtəsi 5, 0-dır. Yəni həmin funksiya bu şəkildədir. Yəni bu 5 nöqtəsində bunun törəməsi olmur. Cavab olur burada E variantı. Yəni verilmiş ifadənin daxilini ilə 0-a bərabər edə bilərsiniz. Sonra baxaq 14-cü suala. Verilmiş aralıqda diferensiallanandır.
A fərqlidir. 0 həqiqi ədəddir. Şərtlərin hansı ödənilsə, Gx bərabər də A vurulsun Fx həmin aralıqda artan olar. Verilmiş funksiya əgər artırsa, onda deməli belə çıxır ki, A vurulsun Fx bunun törəməsi böyükdür, bərabərdir 0 olmalıdır. Deməli, burada verilmişdir A fərqlidir 0-dan. Yəni bunun əvvəlcə törəməsini alaq. Bunun törəməsini alsaq olacaq belə. A vuraq F iştirik X böyük bərabərdir 0. Burada bu şərt ödənməsi üçün ya A 0 olmalıdır. A da 0 ola bilməz. Çünki şərtdə verib ki, A 0-dan fərqlidir. Onda belə çıxır ki, bunun ya ikisi də mənfi olmalıdır ki, ümumi müsbət eləsin, ya ikisi də müsbət olmalıdır. İkisi mənfi olan hissə E variantında verilibdir. Cavab yəqin ki, olacaqdır E variantı. İkisinin də müsbət olduğu variant yoxdur. Təbii ki, eyni zamanda olmaz. Deməli, onda cavab olur E variantı. Və bəziləriniz düşünə bilərsiniz ki, müəllim, bəs burada f'(x) 0 da ola bilər. Niyə orada bərabərlik yazmayıblar falan? Yəni həmin o 0-a bərabər olma nöqtəsi ki var. f'(x) bərabərdir 0. Yəni törəmənin 0-a bərabər olduğu yer ki var. Həmin yer onun ekstremum nöqtəsidir. Yəni mənfi və yaxud da müsbət. Misal üçün bunun üzərindən göstərim. Tutaq ki belədir. Həmin bu nöqtədən bura kimi bu burada tutaq ki artırsa əgər, həmin bu nöqtələr funksiyanın törəməsinin 0-a bərabər olduğu yerlərdir. Bu nöqtəni siz bunun artma intervalında götürə də bilərsiniz. Yəni götürməyə də bilərsiniz. Sonra baxaq növbəti 15-ci suala. 15-ci sualda da verib ki azalan olur. Bu da bunun əksidir. Törəməsi mənfi olmalıdır. Yəni yazacağıq A vuraq f'(x). Bura 15 yazım ki qarışmasın. f'(x) kiçikdir və yaxud da kiçik bərabərdir 0. Buradan mənfi olması üçün burada A mənfi ya bu müsbət olmalıdır, ya A müsbət bu mənfi olmalıdır. Belə bir variantda A müsbət deməli, elə A variantında verilibdir 15-ci sualda. Cavab olur A variantı. Sonra baxaq 16-cı suala. Funksiyanın artma aralığını tapın. Funksiyanın artma aralığını tapın deyəndə verilmiş funksiyanın törəməsini böyükdür, bərabərdir 0 edirik. Görürsünüz, burada artıq böyük bərabər yaz. Yəni həmin nöqtəni götürür. Deməli, onda bunun törəməsini alsaq, olacaq 4x minus 12 böyük bərabər 0. Buradan 4x böyük bərabərdir 12, x də böyük bərabərdir 3-dən. X böyük bərabər 3. Bu da harda var? A variantında var. Qeyd edim ki, bu sualı həm də siz paraboladan istifadə eləyərək, yəni m-in qiymətlərindən və yaxud da ki tam kvadrata ayırmaqla da rahatlıqla tapa bilərsiniz. Sonra baxaq 17-ci suala. Yəni bu qəbula düşsə rahat suallardan biridir də. Yəni bir neçə yol var. Törəmədən anlayışın olmasa da, yəni özünü vəziyyətdən çıxara bilərsən. Sonra baxaq y bərabərdir 3x-in kvadratı minus 18x funksiyasının azalma aralığı deyirsə, verilmiş funksiyanın törəməsini kiçik bərabər 0 edəsən, olacaq 6x minus 18 kiçik bərabərdir 0. Buradan x kiçik bərabərdir 3 alırıq. Cavab olur mənfi sonsuzluqdan 3-ə qədər. Bu da verilibdir B variantında. Sonra 18-ci suala baxaq. Funksiyanın azalma aralığını tapın. Yenə verilmiş funksiyanın törəməsini kiçikdir 0 yazmalıyıq. Törəməsini alsaq, y üstü mənfi 3x minus 3x'in törəməsi kiçik bərabərdir 0. Bunun törəməsini alsaq, y üstü mənfi 3x'in törəməsini bir dəfə üstün törəməsini almalıyıq. Eləyəcək mənfi 3, vuraq y üstü mənfi 3x'ə. Çıxaq, bir dəfə də mənfi 3x'in buradan törəməsini alsaq, eləyəcəkdir mənfi 3, kiçik bərabər 0. Hər tərəfi mənfi 3'ə bölsək, olacaq y üstü mənfi 3x plus 1 böyük bərabərdir 0. Buradan y üstündə mənfi 3x böyük bərabərdir mənfi 1. Buradan artıq o tərəfi misal üçün loqaritmiyə elənə falan keçirə bilərsiniz, amma oraya ehtiyac yoxdur. Buradan o tərəf məntiqlə fikirləşə bilərsiniz ki, bura üslü funksiyadır. Yəni bura həmişə müsbətdir. Bu da mənfi ədəddir.
müsbət ədəd mənfi ədəddən həmişə böyükdür. Təbii ki, öz təyin oblastı daxilində. Yəni bunda təyin oblastı, yəni buranın təyin oblastı. Burada x nələr ala bilər? Üstü funksiyada bilirik ki, üstə hər bir şey yaza bilərik. Yəni cavab olur mənfi sonsuzluq, müsbət sonsuzluq. Variant. 19-cu suala baxaq. 19-cu sualda demək olar ki, eyni tip sualdır. Burada da mənfi sonsuzluq, müsbət sonsuzluq olar. Yəni bir dənə mənfi üçün yerinə mənfi 5 yazılıb. Sonra baxaq 20-ci suala. A parametrinin hansı qiymətlərində funksiyanın böhran nöqtələri yoxdur? Funksiyanın böhran nöqtələri demişdik. Böhran nöqtələrində törəmə ya 0 olmalıdır, ya da törəmə ümumən olmamalıdır. Yəni bu törəməsini tapsaq olacaq 3x kvadratı plus 6x plus a bərabərdir 0. Bu oldu bunun törəməsinin 0-a bərabər olduğu hal. İndi törəmə 0-a bərabərdir və bizə deyir ki, böhran nöqtəsi olmasın. Yəni burada sən a elə bir ədəd yaza bilərsən ki, buradan kök çıxar. Yəni tənlin kök çıxar. Misal üçün x alarsan 2 və s. Tutaq ki, x-ə 2 aldınsa, bu deməkdir ki, 2-nun böhran nöqtəsi. Bizdə böhran nöqtə, yəni x qiymət almaması üçün, yəni tənlin kökü olmaması üçün diskriminantı kiçik 0 götürməliyik. Bunda diskriminantını tapsaq olacaq 36 çıx 4a-sı, yəni 12a kiçikdir 0. Buradan 36 kiçikdir 12a. Hər tərəfi 12-yə bölsək 3 kiçikdir a-dan. Yəni bir sözlə a 3-dən böyük ədədlər A 3-dən müsbət sonsuzluğa doğru getməlidir. Bu da D variantında verilibdir. Sonra baxaq 21-ci suala. A parametrinin hansı qiymətlərində funksiyanın böhran nöqtələri yoxdur? Bu da eyni tip sualdır. Funksiyanın törəməsini alırıq. 3x kvadrat üstə gəl 12x minus 4a bərabərdir 0. Yenə diskriminantı kiçikdir 0 götürürük ki, yəni kök alınması. Bunu da diskriminantını tapsaq b kvadrat, yəni 144 çıx 4a-sı. Bu da üstə gəl olur. 12-ni 4-ə vursaq 48a kiçikdir 0. Buradan 48a kiçikdir mənfi 144-dən. A da kiçikdir mənfi 3. Cavab olur mənfi sonsuzluqdan mənfi 3-ə qədər. Bu da B variantına verilib. Sonra baxaq 22-ci suala. 22-ci sualdan bayaqdan işləyirik. Funksiyanın azalma aralığını tapın. Funksiyalar bölməsindən bunu birbaşa yaza bilərsiniz. Mənfi sonsuzluqdan n-ə qədər. N-də bilirik nədir? Funksiyanın təpə nöqtəsinin ordinatı və yaxud da törəmədən istifadə edib yazsaq, x-in kvadratı, törəmə çox rahatdır, yəni həmin üstürdən. X-in kvadratı üstə gəl 6x, törəməsini tapırıq. Azalma aralığı deyirsək, kiçikdir bərabərdir 0. Buradan 2x üstə gələk 6 kiçik bərabər 0. Buradan x kiçik bərabərdir mənfi 3. Mənfi 3-dən mənfi sonsuzluğa, daha doğrusu mənfi sonsuzluqdan mənfi 3-ə. Bu da verilibdir D variantında. Sonra baxaq 23-cü suala. Funksiyanın azalma aralığını tapın. Yeni şey törəməni tapırıq. 2x plus 12 kiçik bərabər eləyirik 0-dan. X kiçik bərabər mənfi 6. Cavab olur mənfi sonsuzluqdan mənfi 6-ya qədər. Bu da harda var? Deməli bu da D variantındadır. Sonra baxaq 24-cü suala. Funksiyanın azalma aralığını tapın. Yenə törəməsini tapırıq. Kiçik bərabər 0 eləyirik. Törəməsi 2x plus 10 kiçik bərabər 0. X kiçik bərabərdir mənfi 5. Cavab olur mənfi sonsuzluqdan mənfi 5 parçasına qədər. Mənfi sonsuzluq mənfi 5 harda var? Deməli burada A variantındadır. Sonra 25-ci suala baxaq. 25 də eyni şeydir. Azalma aralığını deyirsə törəməsini tapırıq. Yəni 2x üstə gəl 8 kiçik bərabər 0. Buradan x kiçik bərabər mənfi 4. Mənfi sonsuzluqdan mənfi 4 parçasına qədər. Bu da B variantında var. Baxaq növbəti 26-cı suala. Bu artıq fərqli tip sualdır. Funksiyanın 0-1 parçasında ən kiçik qiymətini tapın. Ümumən funksiyan verilmiş parçada, yəni verilmiş aralıqda ən kiçik qiymətini tapmaq üçün və yaxud da ən böyük qiymətini ekstremi tapmaq üçün bir sözlə verilmiş funksiyanın törəməsini 0-a bərabər edirik. Çünki funksiyanın törəməsini 0-a bərabər eləyəndə də biz həmin ekstrem nöqtəsini tapmış oluruq. Və bir də bu ucu nöqtələri aparıb verilmiş funksiyada yoxlayırıq. Çünki ola bilsin ki, ucu nöqtələrin özündə ən kiçik qiyməti alsın. O da mümkündür. Ona görə
deməli 26-cı sualda birinci törəməni tapırıq. 0-a bərabər edirik. Törəməsi eləyir 4x minus kök x-in törəməsi 1 bölünsün kök 2 kök altında x-dir. Bərabərdir 0-a. Hər tərəfi 2-yə vursaq və yaxud da bunu keçirsək sağ tərəfə, olar 4x bərabərdir 1 bölünsün 2 kök altında x. Kvadrata yüksəltsək 16x-in kvadratı bərabərdir 1 bölünsün 4x. Buradan alırıq x-in kubu bərabərdir 1 bölünsün 64. X də bərabərdir 1 bölünsün 4. X 1 bölünsün 4 aldıq və 1 bölünsün 4 0 1 aralığına daxildir. Onda belə çıxır ki, biz 1 bölünsün 4-ü, sonra x bərabər 0-ı, bir də x bərabər 1-i tapıb yoxlamalıyıq. Bunlardan hansında ən kiçik qiymət aldısa cavab o olur. Təbii ki, funksiyanın özündə yoxlayırıq. Funksiyanın özünü bura yazım. 2x kvadratı çıxaq kök altında x üstə gələk 1. 1 bölünsün 4 yerinə yazsaq olacaq y bərabərdir. 2 vuraq 4-də 1-in kvadratı eləyir 16-da 1. Çıxaq 4-də 1-dən 2-də 1 çıxır. Üstə gələk 1. Bərabərdir. Bununla bu gedir 8-də 1. Olur belə 8-də 1 çıx 8-də 4 üstə gələk 1. Bu da bərabərdir 8-də 5 eləyir yəqin ki. Bir dəfə də 0 yerinə yazsaq olacaq 2 vuraq 0 çıxaq 0 üstə gələk 1. Buradan alırıq 1. Bir dəfə də 1 yerinə yazsaq olar 2 çıx 1 üstə gəl 1. Buradan da 2 alırıq. Bu 3 dənə qiymət ki var. Bunları müqayisə eləsək görərik ki, ən kiçiyi 8-də 5-dir. Onda belə çıxır ki, bizim cavab olur 8-də 5. Sonra keçdik 27-ci suala. Deməli 27-ci sualda verilib ki, yenə eyni şeydir. Deməli qoyuyorum funksiya eyni demək yox. Burada sonun maraqlı deyil demək olar ki. Çünki burada birində 1-dir, birində də 2-dir. Bunun törəməsini tapsaq yenə eyni şey eləyəcəkdir. Burada yuxarıda yazmışıq 2x kvadratı və burada almışıq. Bax törəməsini 0-a bərabər eləyəndə 4-də 1 almışıq. Yəni eynidir. Çünki burada sabitin törəməsi onsuz da 0-dır. Orada 1 2 olmasının sonradan əhəmiyyəti olur. Yəni funksiyada yerinə yazanda əhəmiyyəti olur. Yəni törəməyə dəxli yoxdur onun. Onda belə çıxır ki, biz x bərabərdir 4-də 1-i yoxlamalıyıq. X bərabər uc nöqtələr 0, x bərabər 1-i. Verilmiş funksiya fərqlidir. Aparıb indi yerinə yazıram. Funksiya da budur. 2x kvadratı minus kök altında 2 üstə gəl 2. X-in yerinə 4-də 1 yazsaq, y bərabərdir 2 vuraq 16-da 1, çıxaq 2-də 1 üstə gələk 2. Buradan bunlar ixtisar getsə alırıq 8-də 1, çıxaq 8-də 4 üstə gələk 2. Buradan deyilik 8-də 13. X-in yerinə 0 yazsaq, y bərabər 2 çıx 0, daha doğrusu 2 çıx 0 eləmir. 2 vur 0 çıx 0 üstə gəlir 2, bu da eləyir 2. X-in yerinə 1 yazsaq, y bərabərdir 2 minus 1 üstə gəlir 2, bu da 4-dən 1 çıxsaq eləyir 3. Bizə ən kiçik qiyməti lazımdır. Ən kiçik qiymət də bu 8-də 13-dür. Çünki bu 1 tam neçəsi deməkdir. Deməli, sonra keçdik 28-ə funksiyanın minimum nöqtəsini tapın. Funksiyanın minimum nöqtəsini necə tapırıq? Birinci, əvvəlcə funksiyanın törəməsini 0-a bərabər edirik. Yəni bu 3x-in kvadratı üstə gəl 6x bərabərdir 0-a. Buradan alırıq, hər tərəf 3-ə bölsək, x-in kvadratı plus 2x bərabər 0. Bunun da kökləri, vuruqlarını ayırsaq, x plus 2 bərabər 0. Bir dəfə 0 olur, bir dəfə də mənfi 2 olur. Ədəd oxu üzərində bunları qeyd edirəm. Mənfi 2-ni, bir də 0-ı intervallara ayırırıq və törəmənin işarəsini müəyyən edirik. Mənfi 2 ilə 0 arasından bir ədəd götürürsən, 0-dan sağdan bir ədəd, mənfi 2-dən soldan da bir ədəd. Mənfi 2-dən soldan bir ədəd aparıb törəmədə yerinə yazsaq, yəni törəməsi buydu. Burada yerinə yazsaq, misal üçün olsun mənfi 3. Mənfi 3 yerinə yazsaq olar 3 vuraq mənfi 3-ün kvadratı üstə gəl 6 vuraq mənfi 3. Bu deyilir 27 çıx 18. Yəni alırıq 9. Bizə ədədin özü lazım deyil, işarə lazımdır. Müsbət, bura olar mənfi, burada olar müsbət. Siz özünüz əgər ədəd yerinə yazıb yoxlasanız görərsiniz ki, belədir. Funksiyanın törəməsinin minimum nöqtə nədir? Funksiyanın törəməsinin mənfidən müsbətə keçdiyi yerdir. Çünki minimum nöqtə nə vaxt olur? Funksiya azalmadan artmaya keçməlidir. Funksiya azalırsa
törəmə mənfi olmalıdır. Artırsa da törəmə müsbət olmalıdır. Törəmənin mənfi olduğu yer bura, müsbət olduğu yer bura. Və bizdən deməli ora keçirdən yer nədir? Sıfırdır. Və bizdən həmin nöqtəni istədiyinə görə biz x bərabərdir 0. Yəni burada 0-ı işarə eləyirik. Cavab 0 olacaq. Amma bəzən olar ki, misalda nöqtə deyil, minimumu istəyər və yaxud da yazar minimum qiyməti tap. Onda sən aldığın bu x bərabər 0 ki var, aparıb onu funksiyanın özündə yerinə yazmalısan. Burada nöqtə istəyirsə sən apsin götürməlisən. Təbii ki, burada 0-ı götürürük. Sonra baxaq 29-a. 29-da maksimum nöqtəsini istəyir. Eyni tip sualda törəməsini tapırıq. 3x-in kvadratı üstə gəl 6x bərabər 0. Buradan kökləri alırıq 0. Bir də alırıq mənfi 2. Mənfi 2 qoysaq ödəyir. Deməli, ədəd ox üzərində yenə intervalları ayırırıq. Bura olsun mənfi 2, burada olsun 0. Demək olar ki, bayaqkıda bu. Bura olur mənfi, bura müsbət, bura müsbət. Törəmədə işarəni müəyyən edirik. Onu da yadımızda saxlayaq. Törəmədə işarəni müəyyən edirik. Maksimum nöqtəni istəyirsə, maksimum nöqtə törəmənin müsbətdən mənfiyə keçdiyi yerdir. Bu da x bərabərdir mənfi 2 nöqtəsidir. Burada nöqtəni istədiyinə görə mənfi 2-ni götürəcəyik, E variantı. Qiymət istəsəydi biz aparıb funksiyanın özündə yerinə yazmalıydıq mənfi 2-ni və alınan cavabı götürməliydik. Sonra baxaq 30-cu suala. X-in kvadratı minus 2x plus 1 funksiyasının artma aralığını tapın. Yenə funksiyanın törəməsini 0-a bərabər edirik. 2x minus 2 bərabərdir 0. Buradan x bərabərdir 1. Ədəd ox üzərində göstəririk. Bunu qeyd edeyim ki, parabola dərsindən də tapa bilərsiniz. Yəni özünüz funksiyanı bayaqdan danışmışıq. Yəni funksiyalar və qrafiklər bölməsində bu sizə izah olunubdur. Deməli, biri burada qeyd edirik və birin sağ və sol tərəflərindən ədəd götürək. Misal üçün, solda 0 yerləşir. Aparıb ifadədə 0 yazsaq, bu 0, bu 0 olar, müsbət qalar. Bura müsbət. Sağından da bir ədəd götürsək, misal üçün 2 yazsaq, 4 çıx, 4 üstə gəl 1, yenə müsbət eləyər. Ümumən bu tam kvadratda da müsbət eləməli təbii ki. Çünki x minus 1-in mötərizə kvadratdır. Burada müsbət eləyir. Və artma aralığını istəyir bizdən. Bizdən ümumən artma aralığı istəyir. Bizdən nöqtə istəmir. Onda belə intervala ayırmağa da gərək olmur. Törəməni artma aralığı tapanda böyük bərabər 0 etməliyik. Yəni bir sözlə buranı silim. Və yaxud da buradan da belə tapa bilərik də. Yəni törəməsini tapışıq. Törəməsi hər zaman burada görürsünüz. Yox, burada müəyyən eləyə bilməyik biz bunu. Deməli, törəməsini böyükdür. Böyük bərabər 0 yazmalıyıq. X böyük bərabər 1 əslində belə sadə bir misal imiş. Özümüz mürəkkəbləşdirmişik. Baxaq 31-ci suala. Qrafiklərdən hansı bütün ədəd oxunda törəməsi 0-dan kiçikdir? Yəni törəməsi 0-dan kiçik nə deməkdir? Azalır. Azalır. Funksiya nə vaxt azalır? Gəlin baxaq. Yəni qrafik bütün ədəd oxunda deyir. Bax onu da nəzərdə saxlayaq. Bütün ədəd oxunda. Çünki elə funksiyalar var ki, məsəl üçün kvadratik funksiya müəyyən bir aralıqda artıb azalır. Misal üçün A variantına baxsaq, funksiyanın qrafiki aşağıdan yuxarıya doğru gedir. Bu o deməkdir ki, bu daim həmişə artır. Burada xətti funksiyadır. Görürsünüz ki, burada aşağıya doğru getdiyinə görə həm də k mənfidir. K mənfi olanda demişik ki, bu azalır. Deməli, burada cavab olur B variant. Misal üçün C variantına baxsaq, C variantında azaldığı yer də var. Sonra artdığı yer də var. Bizə deyir ki, həmişə bu azalsın. Ona görə C olmaz. Misal üçün D variantında burada bucaq iti bucaqdır. İti bucaq yəni olanda k böyük 0 olur. Yəni bu artır. Həm də buradan da görsənir də aşağıdan yuxarıya doğru gedir. Eləcə də bu da artır. Bizə azalan lazımdır. Deməli, cavab olur B variantı. Sonra baxaq 32-ci suala. Funksiyanın ən böyük qiymətini tapın. 32-ci sual. Y bərabərdir 1 bölək x-in kvadratı üstə gələk 2x üstə gələk 10. Funksiyanın ən böyük qiymətini tapın. Ümumən bu kəsirin ən böyük qiymət olması üçün məxrəc ən kiçik qiymət almalıdır. Ən kiçik qiymət almalıdır. Məxrəcin ən kiçik qiymətini tapmaq üçün törəməsini 0-a bərabər eləyək. Olacaqdır, deməli,
2x üstə gələk 2 bərabər 0. Buradan alacaq x bərabərdir -1. Bizə lazımdır ən kiçik qiymət. X bərabərdir -1-i aparıb verilmiş ifadədə yerinə yazsaq. Alarıq belə. X-in kvadratı üstə gəl 2x üstə gəl 10-da yazırıq təbii ki. Olur -1-in kvadratı çıxaq 2 üstə gəl 10. Bu deyilir 1 çıxaq 2 üstə gələk 10. Yəni 11-dən də 2 çıxsaq eləyər 9. Sən demə burada məxrəcin ən kiçik qiyməti 9 imiş. Onda belə çıxır ki, bu 1 bölünsün 9 da bunun ən böyük qiyməti olar. Cavab olur D variantı. Sonra baxaq 33-cü suala. Qrafik verilmişdir. Verilənlərdən deyir hansı yanlışdır? Gəlin burada birinci verilənlərə də baxaq. Verib ki, törəmə -3-də böyükdür 0. Bizdə funksiyanın özünün qrafiki verilibdir. Burada -3-də böyükdür 0 demək, yəni onu demək istəyir ki bizə. Törəmə böyük 0 nə deməkdir? Artır. Artır. Yəni bu x də -3 olanda bunun artma aralığına daxildir. Yəni -3 onun gəlin görək artma aralığına daxildirmi həqiqətən də? Burada -3 yerləşir hardasa burada. Bəli, -3 yerləşir baxın bu aralıqda. Burada görürsüz artır. Onda belə çıxır ki, A variantı doğruymuş. Sonra baxaq, burada şəklin bir tərəfdə variantların digər tərəfdə olmağı biraz yaxşı olmadı. -4 böyükdür 0. Yəni törəmənin -4-dəki qiyməti 0-dan böyükdür. Yəni -4-də də bu artır. Törəmə böyükdür 0 nə deməkdir? Artma deməkdir. Yəni -4 onun artma aralığına daxildir. Bəli, -4 deleyin yerdə yerləşir. O da onun artma aralığına daxildir. Sonra baxaq C variantına. Törəmənin 2 qiymətindəki qiymət də 0-dan böyükdür. Yəni artma aralığına daxildir 2 qiyməti də, 2 nöqtəsi. Gəlin baxaq görək 2 hardadır? 2 təxminən burada yerləşir. 2-yə uyğun qrafik buradır. Yəni burada azalır amma. Onda belə çıxır ki, yanlış istədiyinə görə elə cavab olur burada hansıydı? Deməli C variantı. Cavab olur C variantı. Çünki 2 qiymətində bu azalma aralığına daxildir. Yəni burada kiçikdir 0 olmalıydı. Sonra baxaq növbəti 34-cü suala. Qrafik verilmişdir. Verilənlərdən hansı yanlışdır? Bax, eyni şey buradadır. Burada şəkillə yanaşılı variantlar. Baxaq. 0.8-də törəmə 0-dan kiçikdir. Yəni törəmə 0-dan kiçik nə deməkdir? Azalır. 0.8 hardasa buradır. Burada görürsüz aşağıya doğru gedir. Bəli, aşağıya doğru gedirsə qrafik onda belə çıxır ki, bu azalır da. Doğrudur. 2.5-də törəmə 0-dan böyükdür. Bu demək ki, 2.5 artma aralığına daxildir. 2.5 hardasa bura daxildir. Və orada uyğun verilmiş funksiyanın qrafiki bu hissədir. Bəli, bu da aşağıdan yuxarıya doğru. Aşağıdan yuxarıya doğru gedir. Onda belə çıxır ki, bu da artma aralığına daxildir. Bu da doğrudur. -3-də böyükdür 0-dan. Bəli, törəmənin -3-də, gəlin görək artma aralığına daxildirmi? Bəli, artma aralığına daxildir. Baxın, -3-də də yuxarıya doğru gedir. Sonra bu da doğru oldu. -1-də böyükdür 0-dan. -1 hardasa buralardadır. -1-ə uyğun verilmiş funksiyanın qrafiki baxın burada aşağıya doğru gedir. Görürsüz? Yəni bu azalma aralığına daxildir. Onda belə çıxır ki, burada artma aralığı olmalı deyildi. Cavab olur burada 34-də D variantı. Baxaq 35-ci suala. AB parçasında kəsilməz AB intervalında diferensiyallanan fx funksiyasının törəməsinin qrafiki verilibdir. Fx funksiyasının minimum nöqtələrinin cəmini hesablayın. Bax, burada yazılıb törəmənin qrafiki verilmişdir. Törəmənin qrafiki verilibsə, minimum nöqtələri biz nətər tapırdıq? Minimum nöqtə nə vaxt əmələ gəlir ümumən? Törəmə mənfidən müsbətə doğru dəyişməlidir. Yəni mənfidən müsbətə doğru, yəni azalmadan artmaya doğru getməlidir. Onda belə çıxır ki, biz bu qrafikdə baxsaq, törəmənin qrafikində törəmə deyəndə, yəni burada f'(x)-i nəzərdə tuturuq. Onda belə çıxır ki, mənfidən müsbətə doğru fikir verin, bax bura mənfidir, bura müsbətdir. Mənfidən müsbətə doğru getdiyi yer biri -9-dur. Sonra misal üçün başqa hara var? Biri 0-dır. Baxın, bura 0-ın solu mənfidir, sağı müsbətdir. Onda biri 0-dır. Sonra başqa hara var? Bir də 5-dir. 5-in burası mənfidir, burası müsbətdir. Görürsünüz, biri də 5-dir. Onda belə çıxır ki, bu yazdığımız ədədləri nəyini istəyir bizdən? Cəmini bunu toplasaq,
0, bir də 5. Eləyir -4. C variantı. AB intervalında diferensiya bu da eyni şeydir. Burada maksimum istəyir. Törəmə maksimum nə vaxt alır? Yuxarıya doğru getsin, sonra aşağıya doğru. Yəni bir sözlə də təpə əmələ gətirməlidir. Bura yuxarıya doğru gedir deyə törəmə müsbət olmalıdır. Aşağıya doğru gedir deyə bura mənfi. Müsbətdən mənfiyə doğru dəyişməlidir törəmənin işarəsi. Müsbətdən mənfiyə doğru, məsəl üçün -2-nin solunda müsbətdir, sağında mənfidir. Deməli biri -2 imiş. Sonra biri 3'dür. 3'ün burasında solunda müsbət, sağında mənfidir. Biri 3'dür. Başqa varmı? Başqa yoxdur. Deməli burada da cavab olacaqdır D variantı. Çünki cəmini istəyir. Funksiyanın azalma aralığını tapın. Yəni verilmiş funksiyanın törəməsini tapıb kiçikdir 0 edirik. Olur belə 3 vuraq. Deməli buraya yazım 37-ci sual. 3 vuraq 3 üstündə x minus, daha doğrusu üstə gələk 2 vuraq 3 üstündə -2-sin törəməsi kiçikdir. Kiçik bərabər 0 da yaza bilərik. Kiçikdir 0 da yaza bilərik. Deməli törəməsini tapsaq olacaq birincinin törəməsi 3 vur 3 üstündə x. 3 üstü x-in törəməsi 3 üstü x vuraq elin 3 deməkdir. Üstə gələk, daha doğrusu üstə gəlməyik burada. Burada çıxma olacaq. Niyə çıxma olur? Çünki biz burada mənfi x-in törəməsini tapmalıyıq həm də. Mənfi x-in törəməsi -1-dir. O -1-ə görə bura mənfi olur. 2 vuraq 3 üstündə -x, bir də elin 3. Kiçikdir 0. Deməli, sonra nə edək? Hər tərəfdə elin 3 var. Elin 3 müsbət ədəddir. Hər tərəfi elin 3-ə bölürəm gedir. Sonra nə edək? Hələ ki bölək qalsın. 3 vuraq 3 üstü x minus 2 vuraq 3 üstündə -x kiçikdir 0. Gəlin belə eləyək. 3 üstü -x-ə bir dənə t deyək. Olsun belə 3t minus 2 bölək t kiçikdir 0. Hər tərəf t-yə vursaq və yaxud da ortaq məxrəc eləsək, daha doğrusu olar 3t kvadratı minus 2 kiçikdir 0. Bunun kökləri məxrəci 0-a çevirən qiymət 0-dır. Sürətdə də alırıq. T kvadratı bərabərdir 3'də 2. Deməli plus minus ayrı yazaq da kök altında 2 bölünsün 3. Bir də t bərabərdir mənfi kök altında 2 bölünsün 3. Aralıqlara bölsək, deməli bura olsun mənfi kök altında 2 bölünsün 3. Bura olsun 0. Burada olsun müsbət kök altında 2 bölünsün 3. İntervallara ayırsaq təbii ki. Misal üçün burada kök altında 3 bölünsün 2-dən, yəni bundan sağ tərəfdə nə yerləşər? Tutaq ki 1 yerləşər. 1-i gətirib yerinə yazsaq, bura müsbət, burada müsbət. Alarıq müsbət, onda belə çıxır ki, bura müsbət, bura mənfi, bura müsbət, bura mənfi olar. Bizə kiçik 0 lazımdır, yəni mənfilər lazımdır. Mənfi hissələr mənfi sonsuzluqdan, yəni mənfi sonsuzluqdan yazmayıb. T kiçikdir mənfi kök altında 2 bölünsün 3-dən olmalıdır. Bir də t yerləşməlidir 0-dan böyük. Bir də müsbət kök altında 2 bölünsün 3 aralığında. T də nə idi? 3 üstünə mənfi x. Gətirib yerinə yazsaq, 3 üstünə mənfi x kiçikdir mənfi kök altında 2 bölünsün 3. Bu da belə bir şey mövcud deyil. Niyə? 3 üstü mənfi x üslü funksiyadır və bu həmişə müsbətdir. Bu da mənfidir. Müsbət ədəd mənfidən kiçik ola bilməz. Onda belə çıxır ki, buradan boş çoxluq çıxır. Digərində yerinə yazsaq, 0 3 üstündə mənfi x kiçikdir. Buranı yazaq kök altında 3'də 2. 3 üstü mənfi x, 3 üstü mənfi x üslü funksiya deyil, həmişə müsbətdir. Həmişə müsbət ədəd onsuz da 0-dan böyük olur. Onda belə çıxır ki, bu hissə həmişə doğrudur. Yəni təyin oblasti daxilində təbii ki. Onda bir dənə qaldı buranı həll eləmək. Yəni 3 üstü mənfi x kiçikdir. Kök altında 3'də 2-ni yazaq 3'də 2. Belə yazaq 3'də 2-nin üzərində 2'də 1 kimi. Deməli, daha doğrusu biz burada 3 üstü mənfi x-ə t deməmişik. Biz 3 üstü x nəzərdə tutmuşuq. Amma 3 üstü mənfi x yazmışıq bura. Çünki ifadənin özündə də fikir verin, 3 üstü x-in yerinə t yazmışıq. Bunlar fərqli-fərqlidir. Onda belə çıxır ki, biz
Hər yerdə bunu nəzərə alsaq, burada onsuz da təsir eləmir. Çünki 3 üstü mənfi x-də ilə 3 üstü x-də üslü funksiyadır. Eləcə də burada dəyişsək. Aha, buradan da dəyişək. Sonra görəcək nəsə qaldımı? Yox, müayinəgər. Yəni böyük də təsir eləmir, amma ümumən alacağımız cavaba böyük təsir göstərir. Misal üçün, çünki biri var x böyük 0 alaq, bir də var mənfi x tutaq ki böyük 0 alaq. Bunlar fərqli şeylərdir. Deməli, sonra nə edək? Görək bu tənli bərabərsizliyi necə əldə edək? Gəlin belə edək. Bunu hər tərəfin loqaritma 3 əsasdan əsaslayaq. Yəni olsun belə, loqaritma 3 əsasdan 3 üstündə 2 kiçikdir. Loqaritma 3 əsasdan 3-də 2 üstündə 2-də 1. Və onu da qeyd edeyim ki, 3 əsasdan artan funksiyadır deyə. Yəni onda bu işarə olduğu kimi qarşısınız. Azalan yazsanız əgər, misal 2-də 1 əsasdan və s. nəsə birdən işdə də başqa misallarda olar. Onda işarəni dəyişməz. Buradan x-i düşürsək qabağa, olar 2x, loqaritma 3-dən 3 1 deməkdir, kiçikdir. Buradan 2-də 1 düşürək qabağa, olur 2-də 1 loqaritma 3 əsasdan 3-də 2. Yəni mənfi sonsuzluqdan bu ədədə qədər, bu da verilibdir A variantında. Əslində bunu elə belə yazmaqları çox da bir, yəni misal ağır misal deyil, sadəcə belə deyim də, ədəd elədir ki, insanın fikrini biraz qarışdırır. Misal üçün, imtahanda açıq sual kimi düşsə, yəni həllindən əmin olsan da ürəyində ən azından biraz xal qalır ki, görəsən cavab elə idi mi həqiqətən də. Kimin ağlına gələr ki, 2-də 1-dən loqaritma 3 əsasdan 3-də 2 və s. belə şeylər çıxar. Sonra baxaq 38-ə. Funksiyanın artma aralığını tapın. Yəni burada da bayaqçının tərsi demək olar ki, törəməsini tapırıq. 2 vuraq 2 üstü 2, üstə gələk 3 vuraq 2 üstü mənfi 2. Törəməsini tapırıq. Artma aralığı dediyinə görə böyük bərabər 0 yazırıq. Bunun artma aralığını, yəni törəməsini tapsaq, olar 2 vuraq 2 üstü 2 vuraq ln 2 üstə gələk, daha doğrusu çıxaq. Bilirik niyə çıxaq yazırıq. Bu mənfi x-in törəməsinə görə, mənfi x-in törəməsi mənfi 1-dir. Olur 3 vuraq 2 üstü mənfi 2 vuraq ln 2 böyük bərabər 0. Ln 2 müsbət ədəddir deyə bunu silirəm gedir. Yəni müsbət ədədə bölürük. Sonra 2 üstü x-ə bir dənə t deyirik. Olur 2 t çıxaq 3 vuraq 1 bölək t böyük bərabər 0. T'də 2t kvadratı minus 3 böyük bərabər 0. Bunun kökləri t bərabərdir 0-dır. Məxrəci 0-a çevirən qiymət, sürəti 0-a çevirən qiymətlər 3 bölünsün. Daha doğrusu kök altında 3 bölünsün 2-dir. Bir də t bərabər mənfi kök altında 3 bölünsün 2-dir. İntervallara ayırsaq əgər, bura olsun mənfi kök altında 3 bölünsün 2. Təbii ki, bunun üçün qaralayırıq, çünki sürətin köküdür. Məxrəcin kökü 0 deyəkçi boş qalır. Eləcə də buraya yazırıq, müsbət kök altında 3 bölünsün 2. İntervallara ayırırıq. Buradan sağ tərəfdən, yəni bir ədəd yazsaq əgər, misal üçün 1 yazsaq və s. Tutaq ki, burada 1 yazsaq yerinə, alarıq bura müsbət, bura mənfi. Onda belə çıxır ki, bura olur mənfi, bura olur müsbət, bura olur mənfi, bura olur müsbət. Bizə lazımdır müsbətlər. Yəni burada t kiçikdir, bərabərdir mənfi kök altına 3 bölü 2. Müsbət olan hissə biri buradır. Bir də müsbət olan aralıq buradır. Yəni bir də t yerləşməlidir, böyükdür 0-dan. Kiçik bərabərdir kök altında 3 bölünsün 2-dən. T də nə idi? 2 üstü x ilə əvəz eləmişdik. T-ni yerə 2 üstü x yazsaq, kiçik bərabərdir mənfi kök altında 3 bölü 2. Belə bir şey mövcud deyil. Çünki bu üslü funksiyadır, həmişə müsbət ədəddir. Müsbət ədəd mənfidən necə kiçik ola bilər? Olmaz elə bir şey. Burada 0, 2 üstü x, kiçik bərabər kök altında 3 bölünsün 2. Burada da 2 üstü x həmişə 0-dan böyükdür. Onda belə çıxır ki, bu hissə doğrudur həmişə. Təyin oblastı daxilində qaldı. Bir dənə buranı həll eləmək. 2 üstü x kiçik bərabərdir kök altında. Bunu da kök altında yazmayayım. 2-də 3-ün üstündə 2-də 1 yazıram elə. Hər tərəfi loqaritma 2 əsasa gətirsək, olar loqaritma 2 əsasdan 2 üstündə x kiçik bərabərdir. Loqaritma 2 əsasdan 2-də 3-ü də 1/5 yazaq. Yox, elə variantda da 2-də 3 yazıb. Elə 2-də 3 yazaq bizdə. 2-də 3-ün üzərində 2-də 1.
Buradan x düşür qabağa, olur x kiçik bərabərdir. Buradan da 2-də 1 düşür qabağa, olur 2-də 1 əsasdan loqaritma 2-dən 2-də 3. Yəni bir sözlə x yerləşməlidir 2-də 1-dən, 2-də 1 loqaritma 2 əsasdan 1/5-dən kiçik. Belə bir şey də varmı? Böyük ehtimal burada səhvlik etmişik. Deməli, nədə səhvlik eləmişik? X-in yerinə 1 yazmışıq. Burada 1 burada yerləşmir axı. Vay vay. Çünki bu kök altda 1/5 elə 1-dən böyük bir ədəddir. Onda bu işarələr dəyişər də. Bura müsbət eləyər. Yəni buraları düzəldim. Buram bir dənə elementar səhv. Nə qədər vaxtımız alır. Deməli, buranı düzəldək. Bu işarələr sizi çaşdırmasın. Yəni 1/5 orada yerləşmir. Biz aparıb oraya yazmışıq. Daha doğrusu 1. 1 burada yerləşir. 1 yerinə yazanda mənfi olur. Onda buralar müsbət, müsbət, mənfi olur. Bizə müsbət lazımdır. Yəni burada t yerləşməlidir. Müsbət olduğu yer 0-dan kiçik. Mənfi kök altda 3/2. T də aydın məsələdir. 2x. Bura 2x yazıq. 2x 0-dan kiçik olmaz. Nə də bundan böyük. Həmişə bundan böyükdür, doğrudur. Amma 0-dan kiçik deyil. Onda belə çıxır ki, buradan boş çoxluq gəlir. Bir də bu aralıq var. Bizə müsbət olan, yəni bundan sağ tərəf. Yəni kök altında 3/2-dən böyüklər. Böyük bərabər t. T-nin də yerinə 2x yazaq. Hər tərəfin loqaritma 2 əsasla gətirsək, olar loqaritma 2 əsasdan 2-də 3-ün üstündə. Bu da 2-də 1-dir. Kiçik bərabər loqaritma 2 əsasdan 2x. Buradan x-i salsaq qabağa, buradan da 2-də 1-i salsaq, 2-də 1 loqaritma 2 əsasdan 2-də 3 kiçik bərabərdir x. Yəni x bu ədəddən böyük bərabərdir. Yəni müsbət sonsuza doğru. Bu da B variantında var. Baxaq növbəti 39-cu suala. Funksiyanın böhran nöqtələrini tapın. 39. Funksiyanın böhran nöqtələri nə idi? Funksiyanın törəməsinin sıfıra çevrildiyi daxili nöqtələr və törəməsinin olmadığı nöqtələr. Funksiyanın törəməsini tapsaq, f(x) bərabərdir 0. X-in törəməsi 1-dir. Kosinüsün törəməsi mənfi sinusdur. Olar mənfi 2 sinus x. 2-nin də törəməsi aydın məsələ 0-dır. Bərabər 0-a buradan alırıq. Sinus x bərabərdir 2-də 1. X də bərabərdir. Sinus 2-də 1-i alır. Mənfi 1 üstündə n vuraq. Pi bölünsün 6-da. Üstə gələk pi n və yaxud da pi k da yaza bilərik. Bu da E variantında verilib. Sonra baxaq 40-cı suala. 40-cı sualda da eyni şeydir. Törəməsini tapırıq 0-a bərabər edirik. X-in törəməsi 1-dir. Çıxaq 2 kosinus x bərabər 0. Buradan kosinus x bərabərdir 2-də 1. X də bərabərdir plus minus. Kosinus 2-də 1 alır. Pi bölünsün 3-lərdə. Üstə gələk 2 pi n-lər və yaxud da 2 pi k da yaza bilərsiniz. Bu da verilibdir D variantında. 41-ci sual. Funksiyanın maksimumunu tapın. Yəni maksimumu deyəndə maksimum qiymətdən söhbət gedir. Yəni nöqtədən yox. F(x) bərabər 0 eləyirik. Da demirəm niyə belə eləyirik. Çünki bunu əvvəldən danışmışıq. Törəməsini tapsaq eləyər 6x-in kvadratı. Çıxaq 18x. Üstə gələk 12 bərabər 0. Hər tərəf 6-ya bölsək x-in kvadratı minus 3x plus 2 bərabər 0. Buradan x bərabərdir 2 alarıq. X bərabərdir 1 alarıq. Maksimumunu istəyir. Mən bilmirəm hələ ki maksimum nöqtə bunlardan hansıdır. Nöqtə deyirəm. Bax sonra deməyin ki maksimumunu deyəcəyiz müəllim orada. Maksimum nöqtədən söhbət edirik. Bura 1-dir, bura 2-dir. Mən birinci bunun törəməsini araşdırıram. Misal üçün, birdən solda bir törəmədən söhbət edirik. Yəni, törəmə hansı idi? Buydu. Və yaxud da budur. Törəməsində yerinə yazsaq, törəməsi təbii ki, bunu nəzərdə tuturuq. Bunu da yerinə yazacağıq. Birdən solda nə yerləşir? 0. 0 yazsaq, müsbət 12 qalar. Bura eləyər müsbət, bura eləyər mənfi, bura eləyər müsbət. Törəmə maksimum nə vaxt olurdu demişdik? Törəmə müsbətdən mənfiyə keçəndə. Yəni, x-in 1 qiymətində.
X-in yerinə aparıb 1 yazsaq, olar 2 minus 9, 12 üstə gəlir 3. Buradan alarıq. Bura 15, bura 15 edir, burada mənfi 7. 15 üstə gəlir mənfi 7 edir, 8. 41-də olur cavab C variantı. Aydındırmı? Sonra keçdik 42-ci suala. Funksiyanın maksimumunu tapın. Yenə törəməsini tapırıq. Eləyir 10 x üstündə 4 minus 10 bərabərdir 0. Buradan x bərabərdir 1 və x bərabərdir mənfi 1. Bura olsun mənfi 1, burada olsun 1. İntervallara ayıraq. 1-dən sağ tərəfdə törəmənin işarəsi. Misal üçün 1-dən sağdan nə yerləşir? 2. 2 yazsaq bura müsbət olar, bura mənfi olar. Bura müsbət olar. Bizə lazımdır maksimum. Maksimumda törəmə müsbətdən mənfiyə keçməlidir. O da mənfi x-in mənfi 1 qiymətdir. X-in yerinə aparıb mənfi 1 yazsaq, olar 2 vuraq mənfi 1 üstündə 5. Çıxaq 10 vuraq mənfi 1. Üstə gələk 4. Bu da eləyər mənfi 2. Üstə gələk 10 üstə gəl 4. 14-dən 2 çıxsaq eləyər 12. Deməli 42-ci sualda da cavab oldu C variantı. Sonra baxaq 43-cü suala. Bizə deyir ki, funksiyası üçün hansı təklif doğrudur? Funksiyanın artma və azalma aralıqlarına variantlarda söhbət eləyir. Onda belə çıxır ki, biz bunun törəməsinə baxaq əvvəlcə. Yəni artma aralığını deyəndə törəmənin sıfırdan böyük bərabər, yoxsa da sıfırdan kiçik bərabər, yəni azalma aralığı lazımdır. Ona görə törəmə mütləqdir burada tapılması. 2 vuraq, kosinüsün törəməsi mənfi sinus 2-dir. 4x-in törəməsi 4-dür, 11-in törəməsi 0-dır. Bu deyilir mənfi 2 sinus 2 üstə gələk 4. İndi belə bir şey deyim. Sinus x-in siz trigonometriyadan bilirsiniz ki, qiymətlər çoxluğu mənfi 1, 1-dir. Yəni uc nöqtələrini misal üçün aparıb yerinə yazsaz, alarsınız belə. Mənfi 2-yə də vursaq, buranı eləyər 2 mənfi 2 üstə gələk 4. Yəni buranı bir dənə mənfi 2-yə vurdum. Çünki sinus x-in yerinə bunu yazsaq, sonra da üstə də bir dənə 4 gəlsə, daha doğrusu bu yazışımız heç doğru deyil. Çünki birinci kiçik gəlməlidir. Mənfi 2-dən 2-yə kimi. Üstə də 4 gəlsək, üstünə 4 gəlsək, mənfi 2-nin üstə 4 gələndə müsbət 2, 2-nin üstə 4 gələndə 6. Bunun törəməsi, biz törəmə almışdıq axı burada. Törəməni araşdırırıq. Yəni bunun törəməsi ala biləcəyi qiymətlər budur. Yəni 2-6 aralığı. Yəni 2-6 aralığı, aralığın özü vacib deyil, aralığın müsbət olması vacib. Yəni bunun törəməsini aldıq və gördük ki, törəməsi böyükdür 0-dan oldu. Yəni törəmə 0-dan böyük nə deməkdir? Bu həmişə artır. Artır. Yəni biz x-ə nə yazırıqsa yazaq, bu həmişə müsbət olacaqdır. Müsbət olursa deməli bu artır. Onda belə çıxır ki, funksiya mənfi sonsuzluq, müsbət sonsuzluqda artandır. Sonra baxaq 44-cü suala. Funksiyası üçün hansı təklif doğrudur? Yenə törəməsini tapaq. Olur 2 kosinus x minus 4. Burada kosinus x-in yerinə mənfi 1, müsbət 1 yaza bilərik. Bu da eləyər 2-yə vursaq mənfi 2, müsbət 2. Buradan çıxsaq 4-dür. Mənfi 2-dən 4 çıxsaq eləyər mənfi 6. 2-dən də 4 çıxsaq mənfi 2. Bunun törəməsi ki var. Biz törəməni aldıq. Törəməsi mənfi qiymətlər alır. Yəni f' x mənfi alır həmişə. Yəni x-ə nə yazırsan yaz, bu aralıqda qiymət alır. Onda belə çıxır ki, bunun törəməsi mənfidirsə, yəni mənfi sonsuzdan müsbət sonsuz aralığına, yəni təyin oblasının bütün qiymətlərində bu azalandır. Bu da D variantında verilibdir. Sonra baxaq növbəti 45-ci suala. Funksiyasının mənfi 1, 4 parçasında ən böyük qiymətini tapın. 45-ci sual. f(x) bərabərdir. Kök altında x-in kvadratı minus 4x plus 20. Gəlin bunun törəməsini tapaq. Sıfıra bərabər eləyək. Törəməsini tapsaq mürəkkəb funksiya kimi tapmış olmalıyıq. Yəni bir dəfə daxilin törəməsi eləyir 2x minus 4. Bir dəfə də kök kimi baxsaq 2 kök altında x-in kvadratı minus 4x plus 20 bərabər 0. Kəsirdə nə vaxt 0 olar? Sürəti 0 olsa, yəni sürət də 0 ilə qiymət x 2-dir. 2 qiyməti bu mənfi 1, 4 aralığına daxildirmi? Daxildir. Onda belə çıxır ki, biz x bərabər 2 qiymətini və bir də mənfi 1 və 4 qiymətlərini yoxlamalıyıq. X bərabər mənfi 1, bir də x bərabər 4 qiymətini aparıb yerinə yazmalıyıq. Aparıq verilmiş funksiyada yerinə yazaq.
X-in yerinə 2 yazsaq 4 çıxaq 8 üstə gələk 20. Bu eləyir 16. 16-dan da kökdən nə çıxır? 4. Onda x-ə 2 yazsaq y-i alarıq 4. Mənfi 1 yazsaq eləyər 1 üstə gəl 4 üstə gəl 20. Bu da 25 eləyir. 25-dən də çıxır 5. Deməli buradan alırıq 5. X-in yerinə bir dəfə də 4 yazsaq alarıq 16 çıx 16 üstə gəl 20. Buradan da alırıq kök 20. 16-lar ixtisar gedir təbii ki. Qalır y bərabər kök 20. Bunların da içində ən böyüyü 5-dir. Deməli bizə ən böyük qiymət lazımdır. C variantı. Sonra baxaq növbəti 46-cı suala. Funksiyanın mənfi 1,5 parçasında ən böyük qiymətini tapın. Yenə eyni prosesdir. Törəməsini tapmalıyıq. Daxili törəməsi ilə 2x minus 8. Kök kimi də baxsaq, yəni kök altında x-in törəməsi nə idi? 1 bölü 2 kök altında x idi. Törəməsi. Kök kimi baxsaq, olar 2 kök altında x-in kvadratı minus 8x plus 40. Bunun törəməsini bərabər etməliyik 0-a. Törəməsini 0 edirsə, kəsir nə vaxt 0 eləyər? Sürət 0 olsa x bərabər 4. 4 baralığı daxildirmi? Daxildir. Deməli 1-i 4-ü yoxlamalıyıq, mənfi 1-i yoxlamalıyıq və 5-i yoxlamalıyıq. Verilmiş ifadədə x-in yerinə 4 yazsaq, həmin ifadəni bura köçürüm. X-in kvadratı minus 8x plus 40. Kök altı təbii ki. X-in yerinə 4 yazsam 16 çıx 32 üstə gələk 40. Bu da eləyər 24. Kök 24 alarıq. Bu eləyər y bərabər kök 24. X-in yerinə mənfi 1 yazsaq alarıq 1 üstə gəl 8 üstə gəl 40. Bu da 49. Oradan 7 çıxar. Deməli buradan alırıq y bərabər 7. Bir dəfə də x-in yerinə 5 yazsaq alarıq 25 çıxaq 40 üstə gələk 40. Buradan da 40'lar gedir 25, oradan da 5 çıxar. Buradan da alarıq 5. Y bərabər 5. Bizə lazımdır ən böyük qiymət. Təbii ki, burada ən böyük qiymət 7-dir. Deməli 46-cı sualda da cavab olar A variantı. Sonra baxaq 47-ci suala. Funksiyanın törəməsinin qrafikinə əsasən fx funksiyasının ekstrem nöqtələrinin sayını tap. Törəmənin qrafiki verilib. Ekstrem nöqtələr də nə idi? Maksimum qiymətlər. Tutaq ki, maksimum qiymət törəmənin, yəni törəmənin müsbətdən mənfiyə dəyişdiyi yer. Bir də minimum. Törəmənin işarəsi mənfidən müsbətə. Bir sözlə x oxunu kəsdiyi mənfi müsbət, sonra müsbət mənfi, sonra mənfi müsbət. Başqa da varmı? Yoxdur. Ekstrem nöqtələrin sayını istəyir. Biri bu nöqtədir. Bura 1 yazıram. Biri burada 2-dir. Biri də burada 3-dür. Neçədən oldu? 3 dənə. Nöqtələr istəyir də. Onu da nəzərinizdə saxlayın. Sonra baxaq 48-ci suala. Mənfi 8 4 intervalında təyin olunmuş fx funksiyasının törəmənin qrafiki verilmişdir və mənfi 4 3 parçasının hansı nöqtədə fx funksiyası ən kiçik qiymət alır? Funksiya ən kiçik qiymət alması üçün, yəni minimum qiymət alması üçün burada yazmışıq. Baxın, törəmə nə olmalıdır? Mənfidən müsbətə keçməlidir. Və bu da törəmənin qrafikidir. Törəmənin x-i kəsdiyi yer, yəni burada mənfidən müsbətə doğru keçir. Onda belə çıxır ki, mənfidən müsbətə doğru keçdiyi yer bura haradır? Bura mənfi 1, mənfi 2, mənfi 3, mənfi 4. X-i mənfi 4 olan yerdir. Cavab olur D variantı. Sonra baxaq 49-cu suala. Funksiyanın azalma aralığı P2 olarsa Q minus P fərqini tapın. Azalma aralığını necə tapırdıq? Törəməsini tapıb kiçik bərabər 0 yazırdıq. Yəni bunun törəməsini tapaq. 3x kvadratı 49-cu sual təbii ki. Çıxaq 24, 2 üstə gələk 36, kiçik bərabər 0. 3-ə bölsək x kvadratı minus 8x plus 12 kiçik bərabər 0. Bunda kökləri 6 ilə 2-dir Viet teoreminə görə. İntervallara ayırsaz, görərsiniz ki, bura 2, bura 6 içində qaralayırıq. Bura mənfi, bura müsbət. Bizə mənfi lazımdır, bu aralığı götürməliyik. Deməli olur 2, 6. Bizə də veribdi bunu PQ. Onda belə çıxır ki, P burada 2 imiş, Q da 6 imiş. Uyğun olaraq da belə götürə bilərik. Bizə də Q minus P-ni istəyir. Yəni 6-dan 2-ni çıxsaq eləyər cavab 4. 49-da cavab olur nə? A variantı. Sonra baxaq 50-ci suala. Funksiyanın azalma aralığını tapın. Bu da eyni tip sualdır. Törəməni tapırıq. Eləyir 6x-in kvadratı minus 42, 2 üstə gələk 60.
azalma aralığı deyirsə kiçik bərabər 0. Hər tərəfi 6-ya bölsək x-in kvadratı minus 7x plus 10 kiçik bərabər 0. Viet teoreminə görə kökləri 5 və 2-dir. İntervallara ayırsanız görərsiniz ki, bunun həlləri 2-5 parçasıdır. Bizə də burada veribdir PQ. Onda belə çıxır ki, P burada 2 imiş, Q də 5 imiş. Q-dən də P-ni çıxsaq eləyər 3. Cavab olur E variantı. Baxaq 51-ci suala. M parametrin hansı qiymətində x bərabər mənfi bir ədədi funksiyanın ekstremum nöqtəsi olar. Funksiyanın ekstremum nöqtəsini nə tər tapırdıq? Törəməsini tapıb sıfıra bərabər edirik. Bunun törəməsini tapsaq eləyər mx kubunun törəməsi 3mx kvadratdır. 3x kvadratın törəməsi 6x, 12x'in də törəməsi 12-dir. Bərabərdir 0. Mənfi bir ədədi bunun ekstremumudursa, yəni bu törəməsini sıfıra çevirən qiymətdir. Yəni x-in yerinə mənfi 1 yazanda bu ödənməlidir. X-in yerinə mənfi 1 yazsaq, olar 3m, çıxaq 6 vur mənfi 1. Burada yazmadı. Mənfi 1-in kvadratı müsbət 1 deməkdir onsuz. Çıxaq 12 bərabər 0. Buradan 3m üstə gəl 6, çıx 12 bərabər 0. Buradan 3m bərabərdir 6, m də bərabərdir 2. Cavab olur 51-də A variantı. Sonra baxaq 52-ci suala. Funksiyanın ekstrem nöqtəsidir. Yeni eyni tip sualdır. Deməli 52-ci sual. Törəməsini tapırıq. Eləyir 3x kvadratı minus 10mx üstə gəl 17 bərabər 0. X bərabər 1 dediyinə görə x-in yerinə 1 yazsaq 3 çıxaq 10m. Yəni 1 o demək ki, təsir eləmir onsuz buralara. Üstə gəl 17 bərabər 0. Buradan m bərabərdir 2 almış olarıq m-in 2 qiymətində. Cavab olur E variantı. 53-ə baxaq. Funksiyanın maksimum nöqtəsi mənfi 1, minimum nöqtəsi isə 1-dir. M-in parametrlərinin qiymətini tapın. 53-cü sual. Funksiyanın maksimum minimum nöqtələrini nətər tapırdıq? Törəməsini sıfıra bərabər etməklə. Yəni bunu törəməsini sıfıra bərabər eləyək. Yəni bayaqki iki misal sanki birləşməsidir. 3mx kvadratı üstə gələ 2nx minus 6 bərabər 0. X bərabər mənfi 1 bunun maksimumudursa, x-in yerinə mənfi 1 yazanda bunun törəmə sıfıra bərabər olmalıdır. Yəni x-in yerinə mənfi 1 yazsaq, alarıq 3m, çıxaq 2n, çıxaq 6 bərabər 0. Buradan da 6-nı sağ tərəfə keçirsək, alarıq 3m minus 2n bərabər 6. Həmçinin minimum nöqtəni də tapanda yenə törəməni tapmalısan da, törəmə 0 olmalıdır. Yenə törəməni tapmışıq. Bu səfər 1 ödəyir bunu. Yəni mənfi 1 yox 1. X-in yerinə 1 yazsaq bunlar gedər. Alarıq 3m, üstə gələ 2m bərabər 6. Bunu tərəf-tərəfə toplasaq, alarıq 4m bərabər 12, m bərabərdir 3-ə. Bir dəfə də bunu aparıb m-in yerinə qiymət də yaza bilərik. Yox da tərəf-tərəfə çıxa da bilərik. Tərəf-tərəfə çıxsaq m-lər gedər buradan. Qalar mənfi 4, m bərabər 0, n də bərabər 0. M-in 3 qiymətində, n-in 0 qiymətində. Bu da verilib B variantında. Sonra baxaq 54-cü suala. x1, x2 ədədləri funksiyanın uyğun olaraq maksimum və minimum nöqtələridir. A-nın hansı qiymətində x1-in kvadratı bərabərdir x2 bərabərliyi doğrudur. Maksimum və minimum nöqtələri tapmaq üçün, ümumən qiymətləri tapmaq üçün biz bunun törəməsini tapıb sıfıra bərabər etməliyik. Gəlin əvvəlcə bunun törəməsini tapaq. Eləyər 6x kvadratı minus 18ax üstə gələk 12a kvadrat. Bunun törəməsini bərabər eləyirəm sıfıra. Hər tərəfi 6-ya bölsək, alarıq x-in kvadratı minus 3ax üstə gələk 6-ya bölsək, burada qalır 2a kvadratı bərabərdir 0. Gəlin bunu həll eləməyə çalışaq. Bunun diskriminantını tapsaq, diskriminant bərabərdir b kvadrat. Yəni bu mənfi 3-ün kvadratı eləyər 9a kvadratı. Çıxaq 4a, 4 vur 2a kvadratı eləyər 8a kvadratı. Alırıq a kvadratı. Deməli x1 bərabərdir yazaq. Gəlin belə eləyək. Hə, elə x1 yazaq da köşlərinə. x1 bərabərdir. Dedib şərtdəki x1 x2 ilə qarışmasın. Yaxşı, eyb yoxdur. Deməli x1 bərabərdir. Burada olar belə 3a çıxaq modulla a
Çünki 3 6 a kvadratından modulda a çıxar. Bölək 2. x2 bərabərdir. Olar 3a üstə gələk modulda a bölək 2. Desək ki, əgər a böyükdür sıfırdan, onda x1 bərabərdir. Alarıq, demək modul olduğu kimi çıxardıq. 3a minus a 2a, 2'ye də bölsək a. x2 bərabərdir. 2a olmuş alırıq. Aparaq indi yerinə yazaq. X'in yerinə birinci a yazsaq, x1 a qiymətinə uyğun a yazsaq yerinə. Deməli alarıq belə 6a kvadrat minus 18a kvadrat üstə gələk 12a kvadrat. Daha doğrusu biz burada yazmalı deyilik. Funksiyanın özündə yazmalıyıq ki, qiyməti tapa bilək də, maksimum minimum qiymət. Alarıq belə 2a'nın kubu minus 9a yazırıq yerinə təbii ki. 9a'nın kubu üstə gəl 12a'nın kubu üstə gəl 1. Bu da eləyir mənfi 7, deməli 5a kubu üstə gəl 1. Buradan alırıq y1 yazaq. Buna 5a kubu üstə gələk 1. Bir dəfədə deməli yerinə yazırıq 2a-nı. 2a yerinə yazsaq alarıq belə 2a-nın kubu eləyir 8a-nın kubu 16a kubu. 2a-nın kvadratı 4a kvadratı çıxaq 36a kvadratı. 2a yerinə yazsaq, daha doğrusu kvadrat eləmir, kub eləyir bu da 36a kubu kvadrat, bir dənə də orada var. Burada 2a yerinə yazırıq yenə. Eləyir 24a kubu. 24a kubu. Deməli üstə gələk 24a'nın kubu üstə gəl 1. Bu da hesablasaq 40a kubu, oradan da çıxsaq 36 qalar 4. Y2 də bərabərdir, olur 4a kubu üstə gələk 1. Təbii ki, bunun hansı böyükdür? Hansı böyükdür? Yəni misal üçün bu böyükdür. İndi gəlin görək bizdən nə istəyir. Bizə deyir ki, x1 və x2 ədədləri uyğun olaraq maksimum minimum. Yəni biz də doğru yazmışıq. Yəni x1'ə maksimum olmasa yerini dəyişəcəyik. Yəni x1 misal üçün adlandıracağıq bunu, x2 də bunu. İndi bizə də deyir ki, x1'in kvadratı bərabərdir x2'yə. Onda belə çıxır ki, a-nın kvadratı bərabərdir 2a-ya. Burada deməli neyinirik? A-nın keçirik bunu sol tərəfə, a-nı ortaq çıxarsaq a minus 2 bərabər 0, a bərabərdir 0, a bərabərdir 2 alırıq. İndi gəlin görək a bərabər 0-dırmı, yoxsa a bərabər 2-dirmi? Gəlin aparaq a-nın yerinə 0 yazaq, görək nə baş verir. A-nın yerinə 0 yazsaq funksiyalar belə. Y bərabərdir 2x'in kubu üstə gələk 1. Bu funksiya daim artan funksiyadır. X'in, yəni x'ə 0 verəndə y 1 olub, yəni bu qrafik bu şəkildə olur. Bu həmişə artandırsa, bu necə ola bilər ki, maksimum və minimum nöqtələri ola bilər? Yəni bir şey mövcud deyil də, düzdürmü? Bu həmişə artır. Yəni minimum qiymətdən söhbət getmir, eləcə də bunun maksimumdan söhbət getmir. Onda belə çıxır ki, burada a bərabərdir 0 olmur. Cavab olacaq a bərabərdir 2. A-nın yerinə 2 yazsaz özünüz yoxlaya bilərsiniz ki, alınır 2x kubu minus 18x kvadrat üstə gələk 448x üstə gəl 1. Orada siz artıq törəməsini taparsınız, görərsiniz ki, həqiqətən də maksimum və minimum qiymətlər var. Sonra baxaq 55-ci suala. Funksiyaların qrafiklərinin yalnız 2 ortaq nöqtəsi var. 55-ci sualdan söhbət edirik. Y bərabərdir x'in kubu üstə gələk 3, x'in kvadratı minus 9x. Bir də y bərabərdir a. Bu misal əvvəlki test toplularında funksiyalar və qrafiklər bölməsinə verilirdi. Axır ki, buna düzəliş edib gətirib çıxartdılar bunu törəməyə. Bəzən bunu yazırlar ki, əgər bunu bir-birindən bərabərləşdirək, sonra sağ və sol tərəfləri törəməyə alaq, mahiyyətinə varmadan da. Yəni əslində o yazılış doğru deyil, onun tərəfdarı deyiləm. Burada araşdırma aparsaq daha yaxşıdır. Çünki bunu niyə bərabər götürəsən? Hə, bilirəm, funksiyaların kəsişmə nöqtələrini tapırıqsa əgər və yaxud da kəsişmədiyi nöqtələr yoxdursa da, yəni qarşılıqlı əlaqəsi müəyyən etmək üçün bunları bərabər götürə bilirik.
Götürəndən sonra niyə törəmələrini tapıb bərabərləşdirməliyik? Ona görə qısa yol olaraq cavab almaq üçün törəmələrini tapıb bərabər eləyə bilərsiniz. Amma gəlin bunu araşdıraq biraz. Deməli, funksiyaların yalnız iki ortaq nöqtəsi. Mən deyirəm ki, gəlin əvvəlcə bunun qrafikini qurmağa çalışaq. Bunun maksimum, minimum nöqtələrini, qiymətlərini, artma, azalma aralıqlarını falan bunlardan biraz tapaq. Törəməsini tapıram, eləyir 3x-in kvadratı üstə gələk 6x minus 9. Törəməsi budur. Bunun yazıram bura y iştirik bərabərdir. Bunu desəm ki, böyükdür sıfırdan. Hər tərəf 3-ə bölsək, yəni törəmə böyük sıfır nə deməkdir? Artma aralığını tapıram. Hər tərəf 3-ə bölsək, x-in kvadratı üstə gəlir 2x minus 3 böyük 0. Bunun da kökləri mənfi 3 ilə müsbət 1-dir. Həlli olur mənfi sonsuzluq mənfi 3. Belə də yaza bilərsiniz, belə də birləşir 1-dən müsbət sonsuzluğa kimi. Əksində də, yəni bu kiçik bərabər 0 yazsaq bura, olacaq mənfi 3-dən 1-ə kimi. Bu artan hissədir, törəmə böyük sıfırda. Bu isə azalan hissədir, azalır. Mənfi 3 bir aralığında. Deməli, belə eləyək ki, mənfi 3 hardasa buralardadır. Müsbət 1 də buradan götürək. Müsbət 1 də buradır. Mənfi 3 müsbət 1 aralığında bu funksiya azalır. Gəl belə eləyək, bu funksiyanı buranı düzəldim. Deməli, böyük bərabər düzəldik. Funksiyanın maksimum qiymətini tapaq. Funksiyanın maksimum qiymətini nətər tapırdıq? Törəməsini bərabər eləyirdik sıfıra. Törəməsini tapmışıq da elə 3x kvadrat və yaxud da 3-ə böləndən sonraki x kvadratı plus 2x minus 3 bərabər 0. Törəməsini sıfıra çevirən qiymətlər mənfi 3 ilə müsbət 1-dir. Aparaq ifadədə yerinə yazıq. X-in yerinə mənfi 3 yazsaq, ifadənin özündə yazırıq ha, maksimum minimum qiyməti tapmaq üçün. X-in yerinə mənfi 3 yazsaq, alarıq mənfi 3-ün kubu, üstə gələk 3 vuraq mənfi 3-ün kvadratı, çıx 9 vuraq mənfi 3 bərabərdir. Mənfi 27, üstə gələk 27, üstə gələk 27. Buradan alırıq 27, çünki bundan bir silah geçsə 1 qalır. Onda belə çıxır ki, biri oldu 27. Nə vaxt oldu? Biz x-ə mənfi 3 yazdıqda, həmin funksiyanın qrafiki burada olmalıdır. X-ə 1 yazdıqda isə, yəni ifadədə x-in yenə 1 yazsaq, olar 1-in kubu, üstə gələk 3 vuraq 1 minus 9, buradan alırıq 1 plus 3 minus 9, alırıq 4 çıx 9, alırıq mənfi 5. X-ə 1 yazanda olur mənfi 5. Yəni o da hardasa buralardadır. Yəni bu deməkdir ki, funksiyanın ən kiçik qiyməti mənfi 5-dir, ən böyük qiyməti 1-dir. Biz tapdıq bunu. Yəni qrafik bu 27-dən, daha doğrusu ən kiçik mənfi 5-dir, ən böyüyü müsbət 27. Bu 27-dən yuxarıya doğru belə keçə bilməz, eləcə də mənfi 5-dən aşağıya doğru belə keçə bilməz. Və bunun artma aralığı da var idi, azalma aralığı da var idi. Azalır da harda? Mənfi 3-1 aralığında azalırdı. Mənfi 3-1 aralığında azalırsa, onda belə çıxır ki, yəni bu mənfi 3-1-in aralığında funksiya bu belə aşağıya doğru gedir. Və gəlir minimum bura, buradan sonra belə qayıdır, buradan sonra da bu belə düşür. Başa düşdünüzmü? Yəni bu buradan belə yuxarıya gedə bilməz. Çünki maksimum 27-dir axı. Buradan məcbur düşməlidir belə aşağıya. Həm də bu artma aralığına da tabi olmalıdır. Çünki artma aralığında demişik, mənfi sonsuzluqdan mənfi 3-ə qədər, mənfi sonsuzluqdan mənfi 3-ə qədər belə yuxarıya doğru getməlidir. Eləcə də 1-dən, yəni bu 1-dən başlayıb belə getməlidir. Nəysə. Bizə deyir, iki ortaq nöqtəsi var. Nə ilə? Y bərabər A düz xəttdən. Y bərabər A düz xətti X-ə paralel olan bir düz xəttdir. X-ə paralel olan bir düz xəttdirsə, onda belə çıxır ki, o düz xətt belə yerləşir. Yəni bu Y bərabərdir A düz xəttidir. A da bilirik də nədir? Y kəsdiyi yer. Yəni mən bunu bu verilmiş funksiyanın qrafikindən burada götürsəm bir ortaq nöqtə yaranar. Fikir verin, bircə yerdə toxunurlar. Hansı qiymətdir? A müsbət 27 olanda. Deməli, A-nın biri 27 imiş. Eləcə də bir də həmin qrafiki mən düz çəkib burada mənfi 5-dən keçirsəm olar. Yəni bu bir də belə keçsə bircə yerdə toxunurlar. Bir də A bərabərdir mənfi 5-də. Cavab olur A-nın mənfi 5 müsbət 27 qiymətlərində. D variantı. Amma
cavab odur. Misal üçün, siz özünüz yoxlaya bilərsiniz ki, bunu siz burada hərəkət elətdirəndə, misal üçün, görürsünüz 2 dənə burada, daha doğrusu 2-dən çox. Çünki biz digər hissələri bilmirik də. İndi misal üçün, bu getdi, buradan düşdüm aşağı, düşmədimi və s. Daha doğrusu düşmür. Neysə də, yəni onları özünüz araşdıra bilərsiniz. Misal üçün, buradan keçirsəz 2-dən çox olur. Bizə bir dənə lazımsa toxunma nöqtələri olmalıdır. Biri burada, biri də burada aşağıda. Yenə dediyim kimi, o qısa yollardan istifadə edib cavabı almaqdan ötürü, cavab xatirinə bərabər götürüb törəməsini sıfıra bərabər eləyə bilərsiniz və s. Amma onun tərəfdarı deyiləm. Sonra baxdıq 56-cı suala. AB parçasında kəsilməz olan fx funksiyasının törəməsinin qrafikinə əsasən onun maksimum nöqtələrinin sayını tapın. Maksimum funksiyanın törəməsinin qrafiki verilibdir. Maksimum nöqtələri nə tər tapırdıq? Törəmənin müsbətdə mənfi keçdiyi. Törəmə müsbətdə mənfi harda keçir? Biri burada, biri burada. Sonra eləcə də burada. Baxın, burada yaxınlaşdırım. Burada, burada müsbətdə mənfiyə keçdi. Eləcə də burada, burada. Neçədən olur? 1 nöqtə, 2 nöqtə və 3 nöqtə. Burada törəmədən söhbət gedir. Törəmənin qrafiki verilibdir. Aydındır, baxın, törəmənin qrafiki verilib. Ona görə biz x-i kəsmə nöqtələrinə baxırıq. Minimum nöqtələrini say, törəmə mənfidən müsbətə keçməlidir. Törəmə mənfidən müsbətə keçməlidir. Baxın, mənfidən müsbətə keçir. Eləcə də mənfidən müsbətə keçir. Mənfidən müsbətə keçir. Mənfidən müsbətə keçir. Bizə nə lazımdır? Nöqtələrin sayı 57-də cavab olur 4. Parçasında ən kiçik qiyməti tapın. 58-ci sual. Ən kiçik qiymət nətər tapırdıq? Törəməni sıfıra bərabər eləyirdik. Aldığımız kök verilmiş aralığa daxildirsə, bunun ucu nöqtələrini bir də həmin aldığımız kökü yoxlayırıq funksiyanın özündə. Gəlin bunun törəməsini tapaq. Y bərabərdir 2 üzərinə mənfi x-in kvadratı üstə gəl 2x minus 1. Törəməsi y bərabərdir. Üstün törəməsini tapsaq eləyər mənfi 2x plus 2 vuraq. Üslü funksiya kimi baxsaq eləyər 2 üstündən mənfi x kvadrat üstə gəl 2x minus 1-dir. Daha doğrusu bu minus 1. Vuraq bir də ln 2. Bərabər 0. Burada ln 2 müsbət ədəddir. Üslü funksiya müsbət ədəddir. Bunlar gedir. Buradan alırıq bir dənə 2x. Bu ifadə 0 olmalıdır. Buradan x bərabərdir 1. 1 bura daxildir mi? Daxildir. Onda belə çıxır ki, biz x bərabərdir 1-i, bir də uzun nöqtələri 0-ı, bir də 2-ni yoxlamalıyıq. X-in yerinə 1 yazsaq funksiyada, x-in yerinə burada 1 yazsaq, olar belə 2 üstündə mənfi 1 üstə gəl 2 minus 1. Bu 2 üstü 0 eləyir, yəni 1 eləyir. 2 üstü 0-da 1 deməkdir. Y-ə 1 tapırıq. Sonra x-in yerinə 0 yazsaq, alarıq 2 üstündə 0, üstə gəl 0, çıx 1. 2 üstü mənfi 1, bu da 2-də 1, yəni 0,5 deməkdir. Bir də 2 yazsaq əgər, alarıq 2 üstünə mənfi 4, üstə gəliş 4 çıx 1. 2 yazanda doğrudurmu? Hə. 2 üstü mənfi 1, bu da 0,5 eləyir. Bizə lazımdır ən kiçik qiymət. Ən kiçik qiymət istədiyinə görə 0,5 qiymətinin özüdür. Cavab olur 0,5. Sonra baxdıq 59-cu sual. 59-cu sual da eyni tip sualdır. Vaxt uzamasın deyə yazmıram onu. Baxaq 60-cı suala. 60-cı sual da demək olar ki, eyni tipdir. Bundan nə qədər işləmişik bayaqdan? Funksiyanın ən böyük parçasının ən böyük qiymətini tapın. Törəməsini tapırıq. 6x minus 3x-in kvadratı bərabər 0. Hər tərəfi 3-ə bölsək 2x, daha doğrusu 2x minus x kvadrat bərabər 0. Köklərinin biri 0-dır, biri də 2-dir. 0-da 2 də bu parçaya daxildir deyə biz bir parçanın ucu nöqtələrini, bir də 0, 2-ni yoxlamalıyıq. Bir də ucu nöqtəsinin biri də 4-dür. Yəni 0, 2, 4-ü yoxlamalıyıq. Funksiyanın özündə x-ə 0 yazsaq, bunlar gedər, qalar 10. Onda belə çıxır ki, y bərabər 1-i 10 alırıq. 2 yerinə yazsaq, olar 2 vuraq, 3 vuraq 4 minus 2-nin kolu 8 üstə gəl 10. Bu da eləyir 12, 4, 14. Biri eləyir y bərabər 14. Bir də y-in yerinə, x-in yerinə 4 yazsaq, olar 3 vuraq 16 minus 4-ün kubu 64 üstə gələk 10. Bu da eləyir 48, 58 minus 64. 58-dən 64 çıxdıqda eləyəcəkdir mənfi 6. Bizə ən böyük qiymət lazımdır. Bu da y bərabərdir 14 qiymətidir.
Sonra baxaq 62-ci suala. Artma aralığına daxil olan ən böyük ədəd tapın. Artma aralığını necə tapırdıq? Törəməni böyük bərabər 0 edirdik. Yəni x vuraq y üstündə mənfi 2x-in törəməsi böyük bərabər 0. Birincinin törəməsi 1-dir. Vururuq y üstü mənfi 2x-ə. Üstə gəlirik. Birincini vururuq ikinciyə. İkincinin də mürəkkəb funksiya kimi törəməsini alırıq. Bir dəfə üstün törəməsi mənfi 2x-in törəməsi ilə mənfi 2. Vuraq y üstü mənfi 2x-ə. Böyük bərabər 0. Deməli, burada y üstündə mənfi 2x üstü funksiyadır. Yəni, bu həmişə müsbətdir. Bunu tullayaq geçsin. Alarıq 1 çıxaq 2x böyük bərabər 0. 1 böyük bərabərdir 2x. 2-yə bölsək 2-də 1 böyük bərabərdir x. Buradan da həllər çoxluğu olur. X 2-də 1-dən kiçikdirsə mənfi sonsuzluqdan 2-də 1-ə qədər. Cavab olur ən böyük ədədi tapın. Ən böyük tam ədəd demir. Bax, burada ən böyük ədədi istəyirsə, onda biz 2-də 1-in özünü götürəcəyik. Cavab olacaq 2-də 1. Sonra baxaq 63 deyinidir. 64-ə baxaq. 64-cü sual. AB hasilinin ən böyük tam qiymətini tapın. A kvadrat üstə gələk B kvadrat bərabərdir 6. AB hasilinin ən böyük tam qiymətini istəyir. Gəlin bunu AB hasilini bir dəyişəndən asıl eləyək. Yəni biz buna bir funksiya kimi baxsaq, y bərabər AB-nin ən böyüyünü istəyir də. Yəni buradan B-ni tapaq, gətirək yerinə yazaq. Və yaxud da A-nı tapıb gətirib yerinə yaza bilərik. Bunu törəmə dərsi olmasaydı, koşu bərabərisini və s. onlardan da istifadə edib yazmaq olardı. Amma gəlin törəmədən çalışaq istifadə edək burada. Deməli, buradan B kvadratı nəyə bərabərdir? B kvadratı bərabərdir 6 minus A-nın kvadratı. B də bərabərdir kök altında 6 minus A-nın kvadratı. Təbii ki, plus minus. Buradan alırıq plus minus A vuraq. Kök altında 6 minus A-nın kvadratı. Bizə lazımdır bu funksiyanın ən böyük qiyməti. Ən böyük qiymətini necə tapırıq? Funksiyanın törəməsini 0-a bərabər edirik və aldığımız həmin kökləri aparıb yoxlayırıq. Görək hansının ən böyük qiyməti olur. 0-a bərabər edirəm bunun kökünü. Bu da hasil kimi 0 eləsək. Gəlin belə eləyək də. Bir dəfə bunun müsbətində baxaq, bir dəfə mənfisinə baxaq. Yəni müsbət A vuraq kök altında 6 minus A kvadratı törəməsi bərabər 0. Birincinin törəməsi 1 vuraq kök altında 6 minus A kvadratı. Üstə gələk birinci vuraq ikincinin törəməsi. İkinci də mürəkkəb funksiya kimi bir dəfə daxilinin törəməsi mənfi 2. Bölək 2 kök altında 6 minus A kvadratı bərabər 0 olar. Buradan deməli, buradan ikiləri ixtisar aparsaq, alarıq kök altında 6 minus A kvadratı bərabərdir. A kvadratı bölək kök altında 6 minus A kvadratı. Çarpaz vursaq, alarıq 6 minus A kvadrat bərabər A kvadratına. Buradan 6 bərabərdir 2 dənə A kvadratı. A kvadratını alarıq 3. A kvadratı 3-dürsə, onda A ya müsbət kök 3-üymüş. A ya da mənfi kök 3-üymüş. Yəni A kvadratın yerinə 3 yazsaq, biz bu A kvadrat üstə gəlir B kvadratında. Onda B kvadratı da olmalıdır müsbət 3. Oradan B-ni də tapırıq kök altda 3. B-ni də tapırıq mənfi kök altda 3. Bizə AB hasilinin ən böyük qiymətini istəyir. AB hasili də ən böyük olması üçün, misal üçün mənfilərə vursan eləyər müsbət 3. Eləcə də buranı bura vursan o da eləyər müsbət 3. Burada cavab olacaqdır müsbət 3. Misal üçün bu ikisini bir-birinə vursaq olar 3. Yox, cavab hələ müsbət 3 olmur. Olmur. Biz hələ ki 3 tapırıq birini. Bunu yadda saxlayaq. Bir də bunun mənfisi var idi. Axı biz bunun mənfisini unutduq. Bir də bunun mənfisinin törəməsini alaq. Mənfi A vuraq kök altında 6 minus A kvadratı. Bunun törəməsi bərabər 0 eləyək. Burada 0 eləsək əgər, deməli, birincinin törəməsi mənfi 1 vuraq ikinci 6 minus A kvadratı. Bu böyük bir dəyişikliyə yaratmır burada.
Çıxaq A vuraq ikincinin törəməsi -2a bölək kök altı 6 minus a kvadratı bərabər 0. Hər tərəf mənfiyə vursaq bu gedər, bura müsbət olar. Baxın bayaq ki eyni bura alınır. Baxın bu hissə alınır. Onda belə çıxır ki eyni bir şey alacaq da. Burada yenə gəlib a-nı kök 3 və s. alacaq. Yəni qayıdır bura. Orada mənfinin heç bir əhəmiyyəti olmur. Buradan elə bir dənə alırıq 3. Yəni buranı da həll eləsə yalarıq 3-də. Eyni şeydir. Burada cavab olur 3. AB hasilin ən böyük tam qiymətini tapın. Hə. Cavab olacaqdır böyük ehtimalla. Daha doğrusu 100% 3 olar. Sonra baxaq 65-ci suala. Yenə deyirəm, yəni bu törəmə ilə aparıb çətinləşdiririk. Dərsimiz törəmədir ya, biraz törəmə ilə getdik. Bunun digər üsullarla mövcuddur. Yəni bir neçə üsulla yaza bilərik. Hansı ki o üsullardan biri budur. 2 dənə ədədi, misal üçün a kvadrat və b kvadrat ədədləri olsun. Bunların ədədi ortaları həmişə böyük bərabərdir həndəsi ortalarından. Burada a kvadrat üstəgəl b kvadratı hazır ədəddir. 6 yerinə yazsaq 2-yə bölsək alarıq 3 böyük bərabərdir. Buranı ixtisar aparsaq modulda AB alarıq. Buradan da AB hasili modulda AB 3-dən kiçikdirsə, onda belə çıxır ki AB kiçik bərabər imiş 3-dən və yaxud da AB böyük bərabər imiş -3-dən. Ən böyük tam qiymət istəyir. AB 3-ə bərabərdir. Buradan bunu belə rahatlıqla tapa bilərik. Amma yenə deyirəm. Yəni siz də belə imtahanda olsanız yaza bilərsiniz. Amma mövzumuza aid olduğuna görə törəmə ilə belə maraqlı yazmış olduq. Sonra baxaq 65-ə. X böyükdür 0, f(x) funksiyanın ən kiçik qiymətini tapın. 65-ci sual. Baxın bu sualda rahatlıqla koşu bərabərsini həll edib cavabın 12 olduğunu tapa bilərsiniz. Bayaq dediyimiz kimi, yəni ədəd orta böyük bərabərdir həndəsi ortadan. Amma törəmə ilə necə yazarıq? Birini törəmə ilə yazacağım, digərlərini yazmayacağım. Burada 4 dənə ard-arda suallardır. Daha doğrusu 67 biraz fərqlidir. Baxaq, törəməsini tapsaq, f(x) bərabərdir. 1 deməli, bu ümumən funksiyanın özünü köçürüm bura. f(x) bərabərdir 2x üstə gələk. Bunu yazaq 36 vuraq x üstünə -1. Törəməsini alsaq f(x) bərabərdir 1 -36 böl x-in kvadratı. Bu olur belə. Bu törəməni bərabər eləyirik 0-a. Bu da 0 olsa x bərabərdir 6, x bərabərdir -6 alarıq. İndi x bizə deyir müsbətdir. Yəni x-siz 6 götürsək, aparıb x-in yerinə indi 6 yazsaq əgər, alarıq f(x) bərabərdir 6 üstəgəl 36 bölünsün 6. Bu da eləyər 12. Buradan rahatla belə 12 tapa bilərik. Digər üsulda özünüz yazarsınız. Bayaq dedim. 68-ci suala baxaq. 68-ci sualda verib funksiyanın ən böyük qiymətini tapın. Yenə də törəməsini tapa bilərsiniz, nisbətin törəməsi kimi. Və yaxud da x-ə bölüb məxrəcə koşu bərabərliyi tətbiq edə bilərsiniz. Gəlin belə eləyək, törəmədən istifadə eləyək biz. Törəməsini tapaq, y iştirik bərabərdir. Sürətin törəməsi, nisbətin törəməsini hər kəs bilir yəqin ki. Sürətin törəməsi 24, vuraq məxrəc, çıxaq. Məxrəcin törəməsi, vuraq sürət, bölək məxrəcin kvadratı. Bərabərdir 0-a. Rasional kəsir nə vaxt 0 olur? Sürət 0 olduqda, sürəti sadələşdirsək 24x kvadrat üstə gələk, 24 vuraq 16, çıxaq 48 x-in kvadratı bərabər 0. Hər tərəfi 24-ə bölsək, x-in kvadratı plus 16 minus 2x-in kvadratı bərabərdir 0. Buradan x-in kvadratı bərabərdir 16 alırıq. X bərabər 4, x bərabər -4 olur. Aparaq indi x-in yerinə 4 yazaq, bir dəfə də -4 yazaq. X-in yerinə 4 yazsaq, y bərabərdir 24 vurulsun 4 bölək 16 üstəgəl 16, 96 bölünsün 32, buradan alırıq 3. Bir dəfə də -4 yazsaq, alarıq -96 bölək 32, buradan da alarıq -3. Biz ən böyük qiymət istəyirik 3. Sonra 68-i də dedik, deməli baxaq 69-a.
parçasında ən böyük qiyməti tapın. 69-cu sual. Deməli, ən böyük qiyməti necə tapırdıq? Törəməni bərabər eləyirik sıfıra. Sıfıra bərabər eləyəndən sonra aldığımız kök əgər bu aralığa daxildirsə, ucu nöqtələr daxil olmaqla eləcə də həmin kökü yoxlayırıq. Hansında ən böyük qiyməti alırsa cavab odur. Törəməsini tapsaq eləyər 2 vuraq. Yəni üslü funksiya kimi bir dəfə baxırıq. Daha doğrusu üslü funksiya kimi deyil, x kvadrat funksiyası kimi. Üstün törəməsi üst düşür qabağa, olur 2-də 1, 2 üstə gəl 3-ün üstündə 1. Bir dəfə də 2-də 1, 2 üstə gəl 3-ün törəməsini alırıq. O da eləyir 2-də 1. Çıxaq 20-nin də törəməsi 0-dır. Bərabərdir 0-a. Buradan 2-də 1 ilə 2 gedir. Buradan x bərabərdir. -3, -6 alırıq. -6 bu aralığa daxildirmi? Daxildir. İndi biz x bərabər -6, x bərabər uc nöqtələr -8 və 10. Aparıb yerinə yazaq, yoxlayaq. X-in yerinə -6 yazsaq, y bərabərdir. Burada -6 yazanda eləyir 0, -20. Y bərabər -20 olur. -8 yazsaq əgər, -8 yazsaq, bura -8 yazıram. Bunlar yer -4, 3 gələndə 1, 1-in kvadratı yenə 1, -20, 19. Y bərabər -19 olur. 10 yazsaq əgər bura, 5, 8, 64, 44 eləyir. Deməli, burada ən böyük qiymət 44-üymüş. 70-ci sual da eyni tip sualdır. Onu da özünüz yazarsınız. Baxaq 71-ci suala. 71 video çox uzandı demək olar ki. Y bərabərdir 313x. Funksiyanın parçasının ən böyük. Bu da eyni tip sualdır. Törəməsini tapırıq. 313 minus 72 kosinus x bərabərdir 0 eləyirik. Buradan aydın məsələdir ki, kosinus x bərabərdir 313 bölünsün 72 olur. Kosinus da buna bərabər ola bilməz. Onda belə çıxır ki, bir dənə qalır ucu nöqtələri yoxlamaq. Biz də ucu nöqtələri -pi/2 aparıb yerinə yazsaq əgər. Misal üçün, -pi/2 yazanda olur belə 313 vuraq -pi/2. -pi bölünsün 2-də sinus alır -1. Onu deməli bura müsbət 72 olur. Üstə gəl 12. Buradan da hesablama aparsaq, bunu təqribən 3 götürsək, təqribi qiymət tapaq da görək mənfidirmi, müsbətdirmi? 3 yerinə yazsaq alarıq hardasa -400 neçəsə, üstə gəl 84. Bu eləyəcək mənfi neçəsə. Mənfi tutaq ki 300. Nə bilim 350, 300, -300 neçəsə eləyir də təxminən tutaq ki. X-in yerine bir də 0 yazsaq alarıq. Burada 0 yazanda bu gedər. Baxın bu gedir. Sinus 0-da 0 alır. Bu hasil də gedir. Bir dənə qalır müsbət 12. Birini mənfədə də almışdıq. Birində 0 alırıq. Bunun hansı bölüşdür? Daha doğrusu 0 almırıq. 12 alırıq. Bir dənə 12 qalırıq burada. Bunlar 0-a gedir. Biri 12, biri də -300 neçəsə. Təbii ki 12 bölüşdə bizdən ən böyük istəyir. Baxaq 73-cü suala. Funksiyanın böhran nöqtələrinin olması üçün A parametrini ala biləcəyi natural qiymətlərin cəmini tapın. Funksiyanın böhran nöqtəsinin olması üçün, yəni bu törəməsi 0-a bərabər olmalıdır. Törəməsi x-in kvadratı üstə gələk. Elə birbaşa yazıram. A-5 bərabər 0 olur. Buradan A-5 sağa keçirsə, alarıq x-in kvadratı bərabərdir 5 minus A. Böhran nöqtəsinin olması üçün. Baxın, burada deyir olması üçün. Əgər burada A-5 mənfi olsa, bu böhran nöqtə yaratmayacaq. Çünki x-in kvadratı mənfi olur. Oradan boş çoxluq olur. Onda belə çıxır ki, buradakı 5 minus A var. Böyükdür, bərabərdir 0 olmalı ki, böhran nöqtəsi olsun. Misal üçün, biz x-ə tapa bilək 2, nə bilim 3 və s. Buradan da alırıq 5 böyük bərabərdir A-dan. Yəni A 5-dən kiçik bərabərdir. Bizə natural qiymətlər lazımdır. 1, 2, 3, 4 və 5. Bu da eləyir 6, 6, bir dənə də 3, 15. Burada cavab eləyir 15. Sonra baxaq 74-cü suala. Funksiyanın minimum və maksimum nöqtələri uyğun olaraq A ilə B-dir. A da B-dən kiçikdir. N parametrini ala biləcəyi natural qiymətlərin cəmini tapın. Maksimum nöqtələri necə tapırdıq? Törəməni əvvəlcə 0 etməliyik. Olacaq 3 n minus 7
X'in kvadratı minus 8x plus 9 bərabərdir 0. Burada şərtdə qeyd olunubdur. Uyğun olaraq A və B-dir. A da B-dən deyir kiçikdir. Yəni belə çıxır ki, aynı bunun yəni həllər çoxluğunda 2 dənə kökü var. Biri A-dır, biri də B-dir və bunlar da bir-birindən fərqlidir. Biri digərindən kiçik, o ifadə edir yəni. Yəni 2 dənə bunun kökün olması üçün diskriminantı sıfırdan böyük olmalı təbii ki. Deməli, diskriminantı sıfırdan böyükdür. Bunda diskriminantı sıfırdan böyüksə diskriminantını tapaq. 64 çıx 4AC 12 vur 9 108 m çıx 7 böyükdür 0. Hər tərəf 4-ə bölsək 16 minus 27 m minus 7 böyük 0. 16 böyükdür 27 m minus 7. Hər tərəf 27-yə bölsək 16 böl 27 böyükdür m minus 7. Hər tərəfə müsbət 7 gəlsək, olar 7 üstə gələk 16 böl 27 böyükdür m-dən. Bir sözlə m kiçikdir 7 tam neçədənsə. Onda belə çıxır ki, m olmalıdır 1, 2, 3, 4, 5, 6 və 7. M parametrini ala biləcəyin natural qiymətlərin cəmini tapın. Amma bir şey də unutmuruq ki, burada M7 olmur. M7 olmaz. Çünki M-in yerinə burada 7 yazsaq, bu kub funksiyadan çıxır. Artıq olur kvadratik funksiya. Və kvadratik funksiyada ya maksimum olar, ya da ki minimum olar. Yəni başa düşdünüzmü? Yəni parabolanı bilirik də, ya belə olsa minimum olar, ya da belə olsa maksimum olar. İkisi bir arada olmur. Maksimum və minimum nöqtə deyilən şey olmur da, ikisi birlikdə. Onda belə çıxır ki 7 olmaz. Və bizə bunların cəmi lazımdır. 7, 7, 7 bu da eləyir 21. Baxaq 75-ci suala. Funksiyalar üçün uyğunluğu müəyyən edin. Böhran nöqtəsi var, təyin olması var, bütün ədəd oxunda artandır, artan azalandır, tək funksiyadır. Deməli, əvvəlcə neyinək? Gəlin birinciyə baxaq. Birincidə böhran nöqtəsini tapmaq üçün funksiyanın törəməsini sıfıra bərabər etməliyik. Loqaritmanın törəməsinə görə heç mən bunun törəməsinə baxmıram. Niyə baxmıram? Çünki bunun törəməsini hara fırlasaq, gətirib 2-yə çıxara bilməyəcək də. Yəni bir dənə böhran nöqtəsi oradadır. Amma burada 0,7, yəni buradakı 7-yə görə mən bunu təyin oblasını tapım görüm B variantı uyğundurmu buna? Təyin oblasını tapsaq, yəni bu x kvadratı minus 7x böyük bərabərdir. Daha doğrusu böyükdür 0 olmalıdır. Bərabərlik yoxdur. Buradan kökləri 0-dır, bir də 7-dir. İntervalları ayırsaq, burası 0 olsun, burada 7. 0, 7 aralığına ədəd qoysaq mənfi, müsbət, müsbət. Onlar mənfi sonsuzluqdan 0-a qədər birləşər. 7 müsbət sonsuzluq. Həqiqətən də bunun təyin oblastı biz aldığımızla eyni düşür. Deməli, birinciyə uyğundur B variantı. Sonra gəlin baxaq, görək 2 hardan ala bilərik. Misal 2-ni buradan ala bilərik, 8, 4 və s. Onda gəlin onun böhran nöqtəsi olub olmadığını araşdıraq. İkincinin. Bu oldu birinci. Baxaq ikinciyə. İkincidə böhran nöqtəsi demişdik ki, nə vaxt olur? Törəməsinin ya sıfıra bərabər olduğu yer, ya da törəməsinin olmadığı yer. Aydındırmı? Bunda törəməsi bu modul funksiyada sivri ucuda olur. Törəməsinin olmadığı yer daha doğrusu. Yəni bu 4x minus 8 bərabər 0. Buradan x bərabərdir 2. Bu x bərabər 2-də bunun qrafiki bu şəkildədir də. Bilirik. X-i 2 olan yerdən qollar da aşağı. Bax bu sivri ucuda bura sonsuz sayda toxunan çəkə bilərsiniz. Orada törəmə mövcud olmur və ora onun böhran nöqtəsidir. Onda belə çıxır ki 2-yə uyğundur A variantı. Bizə deyir bütün ədəd oxunda artandır. Bu üçüncüyə uyğundur. Biz bilirik ki burada A 7-dir və bu da 1-dən böyükdür. Bu artan funksiyadır. Bunu danışmışıq. Deməli, sonra gəldik D variantına. D variantında da veribdir. Deməli, artan, azalan. Bu 2 ilə əlaqədar deyil. Yəni ikinciyə qaydaq. İkincinin bayaq qrafikini qurmuşduq yadınızdadırsa. İkincinin təpə nöqtəsi burada 2-dir. Deməli, belə olmalıdır. Qollar da aşağı. Çünki burada qarşıda mənfi var. Buradan fikir verirsinizsə, mənfi sonsuzluqdan 2-yə qədər, mənfi sonsuzluqdan 2-yə qədər bu artır.
yuxarıya doğru gedir və əks təqdirdə də aşağıya doğru gedir. Deməli biz 2-yə D-ni də uyğun eləyə bilərik. B, A, D, C. Bir də qaldı Y variantı. Burada heç biri tək funksiya deyil. Loqaritmik funksiya nə təşdir, nə cütdür. Eləcə də buradakı modul funksiya. Təkcə modul x olsaydı hə cüt funksiya deyə bilərdik, amma buradakı modul funksiya bu nə təşdir, nə cütdür. Eləcə də bu üstü funksiya da nə təş, nə cüt funksiyadır. Sonra baxaq 76-cı suala. 76-cı sualda verib uyğunluğu müəyyən edin. Burada ancaq böhran nöqtələrinə söhbət edir. Bir də artma azalmadan. Gəlin böhran nöqtələrinə baxaq. Birinci, törəməsini tapıram. -5x üstündə 4 minus 6 bərabər 0. Buradan x üstündə 4 bərabərdir. -6 bölünsün 5. Sizcə cüt dərəcədə nə vaxtsa mənfi ola bilər? Yox. Deməli, burada böhran nöqtədən söhbət gedə bilməzdir. Kökü yoxdur. Deməli, 1-ə uyğundur C variantı. Gəldik ikinciyə baxaq. İkincidə törəməni tapsaq, -4x-in kubu üstə gələk 6 bərabər 0. Buradan x-in kubu bərabərdir. 6-nı 4-ə bölsək 1/5. Burada böhran nöqtə bircə dənədir. O da x bərabərdir. 3-cü dərəcədən kök adda 1/5. Yəni bizə bu ədədin özü lazım deyil. Bir dənə ədədin nöqtənin özünün varlığı neçə dənədir? Bir dənə. O da A variantında verilibdir. Sonra baxaq üçüncüyə. X-in kubu minus 12 törəməni tapsaq 3x kvadratı minus 12 bərabər 0. Buradan x-in kvadratı bərabər 4 olur. X bərabər 2. Bir də x bərabər -2. 2 və -2. Bunun böhran nöqtələridir. O da olur. 2 böhran nöqtəsi var. B variantında. Qaldı bir dənə D ilə Y-ni tapmaq. Gəlin görək. Funksiya azalır, funksiya artır. Ümumən yadınızda siz nəyi saxlayın? Tək funksiyalar, yəni qrafiki bilirik. Yəni tək funksiyalar deyəndə misal üçün bu x üstü 5, x üstü 3 və s. bunlardan söhbət edirəm. Yəni bunların qrafiki ümumi götürsək bu şəkildə olur. Yəni bu şəkildədirsə bu deməkdir ki, bu artır. Amma bura bir dənə x falan gələndə, misal üçün x kvadratda gələndə, nə bilim başqa bir şeylər də gələ bilər sizə. Bir dənə ədəd gəlməyin ora. Misal üçün 2 gəlsəz nəsə dəyişmir. Yəni bir dənə bunu sürüşdürür. Aşağı yuxarı sürüşdürür. Ədəddən əlavə bura dəyişəndir. Misal üçün 2x falan gələndə bu artıq burada dönmə baş verir. Onda belə çıxır ki, siz bunu birbaşa deyə bilməzsiniz ki, misal üçün bəzən uşaqlar deyir ki, burada bunun qarşısı mənfidirsə, bu ikinci, dördüncü rübdən keçəcək, bu belə keçəcək, bu azalacaq hər zaman və s. Yəni onu elə deyə bilmərik. Yəni deməyim oydu. Bizə artma azalmadan söhbət ediriksə, biz törəməsini tapmalıyıq. Misal üçün birincinin törəməsini tapmışdıq. -5x üstü 4 minus 6. -5x üstü 4 minus 6 bunun törəməsidir. Və bu x üstü 4 həmişə müsbət ədəddir. Bu müsbətdir. Mənfiyə vursaq mənfi. Yəni mənfi misal üçün 5 minus 6 -11 və s. Bura eləyər mənfi həmişə. Bura mənfi eləyir. Yəni törəməsi həmişə kiçikdirsə 0-dan. Onda belə çıxırsan x-ə nə yazırsan yaz, həmişə bu azalacaq. Törəmə kiçik 0 nə deməkdir? Azalma deməkdir. Onda belə çıxır ki, D variantı buradır. Misal üçün gəlin 3-ə baxaq. 3-cünün törəməsi 3x kvadratı minus 12. Burada fikir verin. Bu törəməni böyükdür 0 eləsəz, müəyyən bir aralıq alarsınız. Kiçikdir 0 eləsəz, misal üçün alasınız -2, 2. Kiçik 0 eləsə -2, 2 aralığında bu azalır. Mənfi sonsuzluqdan -2-yə birləşir 2-dən müsbət sonsuzluğa. Burada isə bu artır. Yəni bu bütün ədəd oxununda artmır. Yəni E variantını bəzən uşaqlar bura yazır. Yəni orada çaşmayaq. 77-ci sualda demək olar ki, eyni tip sualda. Ona da baxmıram. Eləcə də 78 də eyni tipdir. Danışmışıq. Gəlin baxaq 79-a. 79-da deyir, M parametrinin hansı qiymətlərində funksiyası bütün ədəd oxununda artandır. Törəməsini tapırıq. 3x kvadrat üstə gələk 2mx üstə gəl 12. Bütün ədəd oxununda artırsa böyükdür 0. Hətta böyük bərabər 0 da götürə bilərik. Bizə deyir, bu ödənsin. Bu həmişə böyük bərabərdirsə 0-dan. Bu kvadratik funksiya da bunu bilirik. Kvadratik funksiya
sıfıra bərabər, yəni bura toxunmalıdır. Bura toxunmalıdır. Yəni bu qrafiki ya belə toxunmalıdır, bir dənə kök arasında sıfıra bərabər olsun. Ya da y-in yuxarı tərəfində belə yerləşməlidir. Yəni burada tutaq ki, yerləşirsə bundan kökü yoxdur deməkdir. İkisinin əlaqəsi olmur. Onda belə çıxır ki, kökü yox nə deməkdir? Diskriminantı kiçikdir 0 və toxunma nə deməkdir? Kiçik bərabər 0. Diskriminant tapsaq 4m kvadratı minus, daha doğrusu b kvadrat, yəni 4m kvadrat edir. Çıx 4-asi 144 kiçik bərabər 0. Buradan m kvadrat kiçik bərabər 36 eləyər. Buradan da kök alsaq modulda m kiçik bərabər 6. Həlləri olur -6-dan müsbət 6-ya kimi. M parametrin hansı qiymətlərində? Bu qiymətlərində. Belə. -6, müsbət 6. Baxaq 81-ci suala. Funksiyanın ekstrem nöqtəsi isə, daha doğrusu 3 funksiyanın ekstrem nöqtəsi m-i tapın. Bundan da yazmışdıq əvvəldə. Ekstrem nöqtəni tapanda 0-a bərabər edik törəməni. Eləyir 3x kvadratı üstə gələk 2m2 üstə gələk 3 bərabər 0. İndi x bərabər 3 bunun ekstrem nöqtəsi isə deməli bunu ödəməlidir də. Yerinə yazsaq 3 yazanda yerinə eləyir 27 üstə gələk 6m üstə gəl 3 bərabər 0. Buradan m bərabərdir -5 olur. Sonra baxaq 82-ni yox 83-cü suala. Sonra gəlir daha maraqlı bölmə. Bu törəməni tətbiq edən məsələ həlli. Ona baxmayacaq böyük ehtimalla indi. 83. M-in hansı qiymətində böhran nöqtəsi olar? X bərabər -1 təbii ki, bunun böhran nöqtəsidir. Törəməsini tapıb 0-a bərabər edirik və ya da törəməsinin olmadığı nöqtələri tapırıq. Törəməsini tapsaq, bu nisbətin törəməsidir. Sürətin törəməsi ilə 2x minus m, vuraq məxrəc, çıxaq məxrəcin törəməsi 1-dir. Vuraq sürət, x-in kvadratı minus mx plus 8, bölək məxrəcin kvadratı bərabərdir 0. Və bu kəsir nə vaxt 0 olar? Sürət 0 olsa, yəni 2x minus m, vuraq x minus 2 minus x-in kvadratı minus mx plus 8 bərabərdir 0. Burada x bərabər -1 bunun böhran nöqtəsidirsə, deməli bunu ödəməlidir. X-in yerinə -1 yazsaq olar -3 minus m. -1 burada yazanda eləyir -3 minus -1 kvadratı müsbət 1 plus m plus 8 eləyir. Bu da eləyir 9 plus m bərabərdir 0. Buranı açsaq 9 plus 3m minus 9 minus m bərabərdir 0. Biz burada niyə -3 yazmışıq ki bura? Burada x-in yerinə -1 yazanda bura -2 edir. Bunu düzəldeyim. O doğru olmaz. -2 minus m eləyir. İndi bura eləyər -3. Bura 1 plus m, bura düzdür. 9 üstə gələk m bərabər 0. Eləyər 6 üstə gələk 3m, çıx 9, çıx m bərabərdir 0. Buradan alırıq 2m bərabərdir -9 üstə gəl 6, -3 sağa keçsə müsbət 3, m də bərabərdir 1,5. M bərabərdir 1,5 olmuş olar. Videonu burada yekunlaşdırıram. Siz deməli nə edirsiniz? Fikirlərinizi şərh bölməsində bildirirsiniz. Hansı bölməni izah eləyək? Dərs izahları da ola bilər bu. Videonu bəyənməyi, paylaşmağı unutmayın. Sağ olun. Növbəti videolarda görüşənədək.